Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün yaşlı üzlü kitabdan sayla bağlı olan suallar izah edəcəm. Dəyərli müəllimlər, videonu bəyənməyi, kanala da abunə olmağı zəhmət olmasa unutmayaq. İndi isə sual 1-dən başlayaq. Hansı cümlədə amonimliyə malik olan say işlənmişdir? Elm 100 illərlə yatdı beşikdə, elm ayaq açıb dolanır indi. Burada 100 saydı, lakin 100 sayının amonimliyi olmadığı üçün A ola bilməz. B-də hamının qisməti 1 olmur yəqin. Burada 2 olmur deyə bilmirik. 1 burada say deyil, yəni bu cümlədə, ümumiyyətlə bu nümunədə say yoxdur. B-ni götürə bilmərik, yəni 1 say deyil burada. 150 illik uzun hicranın 150 il, 150 burada mürəkkəb saydı, 150 də homonimi yoxdur. Sadəcə 50-nin var, amma 150-nin homonimi yoxdur. Çəkməmişdir ömrü boyu mənim qədər peşmanlıq. Mənim qədər burada da qoşma olacaqdı və burada da qoşma olduğu üçün, yəni say ümumiyyətlə cümlədə iştirak etməyib, homonim say yoxdur. Nəinki homonim say, ümumiyyətlə say yoxdur. Tutmaq istəyirəm baxışlarını, min mətləb gizlənir hər qayğısında. Burada min saydı, müəyyən miqdar saydı. Min feillə homonimlik yaratdığı üçün cavab olar Y-bənd. Yəni homonim say E-dədir. Min sözü. Hansı cümlədəki say həm homonimliyə, həm də antonimliyə malikdir? Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Burada say azdır saydı, yəni bu söz saydı və az sayı həm homonimdir, həm feil, həm də zərf kimi azmaq, bir də az zərf kimi azmaq ya da say kimi homonimliyə malikdir. Eyni zamanda antonimli də var, az, çox. Elə doğru cavab bənd olar. Digər variantlara da nəzər salaq. 100 il, 150 il, 100 saydı, 150 saydı. Nə 100-ün, nə də 150-nin homonimi yoxdur. 80 il ömrümün hər bir anında. 80 homonim saydı, lakin antonimi yoxdur. Bir ömür əritdim, təzə söz üçün gəlsin təzə fikir, gəlsin təzə söz. Bir ömür əritdim, təzə söz üçün. Birin homonimliyi var. Yəni bir ömür əritdim, 2 ömür əritdim. Deyə bilərik, əslində birin homonimi var, lakin birin antonimi yoxdur. 40 il, 40-da homonimi var, antonimi yoxdur. Ona görə cavab olar A variantı. Sual 3. Hansı nümunədə bir sayı işlənib? 1 əgər 2 ilə əvəz oluna bilirsə, sayda əvəz oluna bilmirsə, ədat olur. Vaxt gələcək bir zaman qəlbimizdə dolanan saatlarla dolanacaq bu dövran. Vaxt gələcək bir zaman. Burada bir say deyil, bir an, bir vaxt, bir zaman. Bunlar mürəkkəb zərf sayılır. Burada say yoxdur. Qitələri, qütbləri birləşdirir. Birləşdirmək burada sözün kökü saydı, lakin sözün özü feildir. Birləşdirmək say, yəni kökü saydı. Bizdən kökü say istəmirdi, bir sayını istəyirdi. Bir say yoxdur burada. Aldığım o gözəl oyuncaqları qaçıb göstərərdim dostlara bir-bir. Bir zərfdir, say deyil. Mən vahidəm, mən birəm. Bircə bunu bilirəm, mən güclüyəm, qadirəm. Mən vahidəm, birəm, yəni bir dənəyəm, 2 dənəyəm. Burada bir saydı və ilə cavab olar D-bəndi. Bircə ondan razıyam. Bircəni təkcə əvəz edirik və burada da təkcə yalnız əvəz edirik. Burada da bütövlükdə ədatdır. Say yoxdur. Cavab olar D. Hansı cümlədə sayın yazılışında səhvə yol verilməyib? Yəni say doğru yazılıb deyir. 1001, burada 1001 deyilən bir say yoxdur. 1001 ayrı yazılmalıydı. 20-ci əsrdə nöqtə qoyulmalı deyildi. Ərəb rəqəmlərindən sonra nöqtə qoyula bilər. Burada nöqtə qoyulmağı yanlışdır. Milyonçu ən yüksək rəqəmi söyləməkdən çəkinmədi. Burada ümumiyyətlə say yoxdur. Milyonçu isimdir. Millətin adından danışan çoxdur. Çoxdur saydı və doğru yazılıbdır. Ayın 18-nə burada i olmalı deyildi. 18-nə olmalıydı. Yanlış yazılıb i. Doğru cavab olar D variantı. Növbəti 5-ci sual. Hansı cümlədə sayın yazılışı deyilişi ilə fərqlənmir? Yəni yazıldığı kimi də tələffüz olunmaq nəzərdə tutulur. 109 il ömrünün hər bir anında qəmi şərbət kimi içərdi babam. Burada 109 il. 9 tələffüz olunur. 9. Q-ya keçir. Sayın yazılışında tələffüz fərqi var. Heykəlin 4 yanında D-ya keçir. Fərq var. Ömrü başa vurdun 60 yaşında. Burada 60 söz də olduğu kimi tələffüz olunur. Heç bir fərqi olmur. Cavab C olar. Sənin 15 yaşında. Tələffüzə n-ya keçir. Olur 15 yaşında. Sonra uçduq. 8 k-ya keçir. 8 olur tələffüzdə. Dəyişməyən olur C-də. 6. Hansı cümlədə isimləşmiş say işlənmişdir? Bugün yeyilirsə birinin haqqı, sabah da səninki yeyiləcəkdir. Burada biri əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir. Bu deyil. Köhnə hüdudları çoxdan qırmışıq. Nə vaxt, nə zaman? Burada çoxdan say deyil, zərfdir. Masa hərisləri nə yaman çoxdur? Burada çox saydı, sadəcə isimləşməyib. Xəbəri şəkildə qəbul etmiş hər sayı isimləşmə deyə bilmərik. Ürəyimə çoxu yatmır. Çoxu sözü burada olacaqdır
isimləşmiş say. Yəni özündən sonra feil gəldiyi üçün ona zərf nəyə yanaşa bilmərik. Çünki zərf olsaydı ismə məxsus çəkici qəbul etməzdi. Bu o demək deyil ki, zərf ismə məxsus çəkici qəbul etmir. Sadəcə az, çox, xeyli, biraz, bir qədər bunlar əgər ismə məxsus çəkici qəbul edibsə, haldır, cəmdir, mənsubiyyətdir və s. deməli bunlar saydır, zərf deyil, miqdar zərfi deyil. Və cavab olar D bəndi. Bu meydanda heyf ki, daim eniş axtaran azca aşım, azca burada saydı və bu da isimləşməyib. Nə qədər aşım isimləşməyib. Cavab oldu D bəndi. Hansı cümlədə saydan sonra gələn ismin təkdə işlənməsi uyğunsuzluq yaradıbdır? Bir neçə qapı, bir neçədən sonra təkdə gəlir. Bu doğrudur. Minlərlə adam, adam təkdə də gələ bilər, cəmdə də gələ bilər. Yanlışlıq yoxdur. Bir çox qoca, bu sizi çaşdırmasın ki, bir sıra bir çoxdan sonra söz həmişə cəmdə gəlməlidir. Bir sıra bir çoxdan sonra isim cəmdə gəlməlidir. Burada qoca sifətdir və sifət təkdə də gələ bilər, cəmdə də gələ bilər. Yəni bu məqamda bir problem yoxdur. Xeyli adamlar zəif iradəyə malikdirlər. Burada xeylidən sonra bizə gələn ismin təkdə işlənməsi uyğunsuzluq yaratmışdır deyir. Burada təkdə gəlməyib, cəmdə gəlibdir. Az, xeyli, biraz, bir qədər. Bundan sonrasında təkdə gəlməlidir. Amma burada cəmdə gəlibdir. Bizdənsə təkdə gəlməsinə görə səhv olduğunu soruşurdu. Bu da cavab ola bilməz. Burada cəmdə gəlməsinə görə yanlışdır. Bir sıra meşə. Meşə isimdir. Bir sıra bir çoxdan sonra isim gələndə mütləq cəmdə gəlməlidir. Bir sıradan sonra meşə isminin təkdə gəlməsi yanlışdır. Təkrarən deyim, C variantı sizi çaşdırmasın. Orada çox qoca sifət olduğu üçün təkdə gəlməyə yanlış deyil. İsim olsaydı təbii ki, yanlışlıq yaratmış olardı. Məsələn, bir çox qarı desə səhv olardı. Çünki qarı isimdir. Bir sayı ilə bağlı yanlış fikri müəyyən edin. Bütün nitq hissələrinin kökü ola bilər. Bütün nitq hissəsi dediyi üçün səhvdir. Çünki köməkçi nitq hissələrinin kökü ola bilməz. Bütün əsas nitq hissəsi desəydi götürmək olardı. Lakin bütün nitq hissələrinin kökü ola bilir fikri səhvdir. Homonimliyə malikdir, ədat və say kimi düzdür. Rəqəmlə və ya sözlə ifadə oluna bilər. Bir də yaza bilərik, hərflə də yaza bilərik, düzdür. Mürəkkəb feilin tərkibində işlənə bilər. Mürəkkəb feilin məsələn bir olmaq, birinci olmaq və s. bir olmaq deyə bilərik. Bəzi məqamlarda ismin miqdarını bildirməyə bilər. Bəzi məqamlarda ismin miqdarını bildirməyə bilər. Yəni sifətin miqdarını bildirə bilər. Məsələn, bir qoca. Burada ismin yox, sifətin miqdarını bildirir. Yəni ismin miqdarını bildirməyə bilər. Doğru cavab olar A bəndi. Sual 9. Nöqtələrin yerinə hansı fikir yazıla bilər? Sayılar sifətlərdən fərqli olaraq qüvvətlendirici ədatlarla işlənə bilmir. Yanlışdır, hər ikisi işlənə bilir. İsimləşmədən xəbər ola bilmir. Yanlışdır. Çoxdur, isimləşməyib xəbər olur. Ədatlarla homonimliyə malikdir. Sifətdən fərqli olaraq yox, hər ikisi. Homonimliyə malik deyil. Deməli, homonimliyə malik deyil fikri səhv olar. Daha doğrusu sinonimliyə malik deyil deyir. Sinonimliyə malik deyil. Sayılar sifətdən fərqli olaraq. Niyə ki, sayın da sinonimlik, yəni öz aralarında sinonimliyi olur. Sifətdə də olur, sayda da olur sinonimlik. Ona görə bu yanlışdır. Məsələn, 80 ilə 80 düzdür. 80 alınmadı, 80-80, yəni hər ikisi eyni mənanı ifadə edir. Yaxın mənalı, eyni sözlərdir hətta. Mütləq sinonimlərdir və onlar sinonim sayılar. Malik deyir, yanlışdır. Əlamət bildirmir, bəli. Təbii ki, say sifətdən fərqli olaraq əlamət yox, əşyanın sırasını və ya miqdarını bildirir. Ədatlarla homonimliyə malik olaraq da nümunə çəkə bilərik. Məsələn, az ədatı, daha doğrusu çox ədatı, çox sayı homonimlik yaradır. Eləcə də sifətlə də nümunə göstərə bilərik. Sifətə də nümunə olaraq nəyi deyə bilərik? Sifət və ədatın homonimliyində nümunə olaraq əsl deyə bilərəm. Əsl həm sifət, həm də ədat olur da, homonimlik yaradır. Yəni hər birinə aid malikdir. Fərq yox, hər biri haqqında ortaq olduğu üçün dən fərq olan eydə olar. Növbəti 10-cu sualla davam edək. Sayıları digər əsas nitq hissələrinə aid olan sözlərdən fərqləndirən xüsusiyyəti müəyyənləşdirin. Nə qədər sualına cavab vermək? Xeyr. Nə qədər sualına həm zərf, həm də say verə bilir. Bütün nitq hissələrinin kökü ola bilmək dedik ki, yanlışdır. Çünki köməkçilərin kökü ola bilmir. Əşyanın sırasını bildirmək təbii ki, sayı digər əsas nitq hissələrindən, digər nitq hissələrindən fərqləndirir. Leksik mənaya malik olmaq bütün əsas nitq hissələri olur. Bunu götürmərik. Özündən sonra gələn ismi izah etmək bu sifətə aid olan xüsusiyyətdir. Sifət özündən sonra gələn ismi izah edir. Doğru cavab olar C. Nöqtələrin yerinə uyğun gələn variantı müəyyən edin. Cümlədə sıra sayı işlənibsə, həmin cümlədə mütləq numerativ söz işlənməyib deyə bilmərik. Ola bilər ki, numerativ də işlənib başqa bir sayla. Kökü say olan say işlənməyibdir. Dəqiq deyə bilmərik. Sonuncu, məsələn, kökü say deyil, lakin birinci kökü saydır. Əminliklə deyə bilmərik. Sintaktik vəzifəsi təyin olan say işlənib. Əgər say isimləşərsə, təyin olmayacaq. Əminliklə deyə bilmirik. Quruluşca düzəltmə və ya mürəkkəb söz işlənib. Bu doğrudur. Çünki say heç vaxt sadə ola bilmir. Necə say? Sıra sayından söhbət gedir. Əgər sıra sayı
cümlədə varsa, mütləq ən az orada bir düzəltmə və ya mürəkkəb söz işlənibdir. Ona görə bu doğru fikirdir. Sadə ola bilmir o. Fərqli quruluşa malik sözlər iştirak edib, bunda dəqiq deyə bilmərik. Ola bilər sadəcə bir dənə düzəltmə say işlənər. Fərqləndirilmiş sözlərdən hansının kökü sayla homonimdir? İndi yay günü mil düzündə azan yolçunun azan. Burada an feil sifət çəkicisi də az da feildir. Elə onun kökü saylı homonimdir. Cavab olar A variantında. Zərrintaç xanım yad əl toxunmaması üçün möhkəm 50 bir mühafizə lazımdır. Möhkəm 50. Burada sözün kökü əl-50. Burada sifətdir və əl sözündə təbii ki, sayın homonimliyi yoxdur. Maşınlar, insanlar dağılır, düzə, çoxalır. Çoxun özü burada saydır. Söhbət davam edir. Yəqin ki, burada tündqara hərflə verilməyibdir. Xeyli sözünü yazar. Xeylinin özü burada saydır. Buna görə də bizim birlik yaratmağımız bir özü burada saydır. Sayla homonim olan olar A variantında az feili. Daha sonra növbəti suala baxaq 13-ə. Klasteri tamamlayın. Nümunədə sözlərin sayı cümlə üzvlərinin sayından çoxdur. Baxaq görək cavablarda 1B, 1C verib. Yəni B və C cümləsi üzərindən baxmalıyıq. Yazaq 1-ə B, 1-ə C, 2-yə isə fikrimizi tamamlayaq. İsim xüsusiyyətini qəbul etməyə say işlənməyibdir. B cümləsinə baxsaq, hörmətinizə görə minnətdaram. Mənim vaxtım çox məhduddur. Burada ümumiyyətlə say yoxdur bu cümlədə. Çünki məhdud sifət olduğu üçün çox ədaddır. Burada deyir, isim xüsusiyyətini qəbul edən say işlənməyibdir. Bunun haqqında doğru olar. Yəni burada say yoxdur. 2-yə A-nı götürə bilərik. Digər cümləyə baxsaq, quruluşuna sonuncu mütəxəssis onu da qeyd etmişdi. Bəli, burada isim xüsusiyyətini qəbul edən say işlənməyib. Çünki sonuncu burada saydır, başqa say yoxdur. Məhsulun çox olmasıdır. Burada da yenə çox say deyil. Və bir dənə say sonuncudur. Bu da isim xüsusiyyətini daşımayıbdır. A-nı burada götürə bilərik. Hər ikisinə yaza bilərik. Keçək C cümləsinə. C yox. B cümləsinə. Yox, daha doğrusu B-də fikir idi. Hansına baxmalıyıq? D-yə baxmalıyıq. Quruluşuna görə həm sadə, həm də düzəltmə say işlənibdir. Bu yanlış olar hər ikisi haqqında. Birincidə ümumiyyətlə say yoxdur. İkincidə isə sadəcə düzəltmə say var. D ümumiyyətlə variant ola bilməz. Seçki variantlarda da verməyiblər. Nümunədə işlənmiş sayın mənaca növü quruluşca heç vaxt sadə olmur. Söhbət C-dəki sonuncudan gedir. Yazarıq eyni bura. Çünki sıra sayı heç vaxt quruluşca düzəltmə olur da, yəni sadə ola bilmir. Nümunədə ədadla homonim olan say işlənibdir. Ədadla homonim olan say. Birincidə ümumiyyətlə say yoxdur B cümləsində. C cümləsində də orada ədadla homonim olan say yoxdur. Yəni çox orada say deyil ki, ədadla homonim olsun. Biz eyni heç birinə yaza bilmərik. Eyni yox, daha doğrusu F-i heç birinə yaza bilmərik. Eyni götürdük axı C cümləsinə. F də variantımız ola bilməz. F-i cavab olaraq götürə bilmərik. Elə F-i cavablardan çıxanda əslində variantımız qalır, amma ardına baxaq. Nümunədəki say müstəqil cümlə üzvü kimi təhlil edilir. Say. Burada sonuncu mütəxəssis. Hansı mütəxəssis? Sonuncu. Özündən sonra tərkib yoxdur. Qeyd etmişdir. Kim? Nəyi, onu, kim mütəxəssis? Hansı mütəxəssis? Sonuncu. Bu da G uyğun gəlir. Cavab olar 1-ə C, 2-yə A, Y, G, B bəndi. Növbəti sualla 14-dən davam edirik. Cədvələ əsasən doğru fikri müəyyən edin. Tərkibində bir çox sayı işlənən cümlədə mütləq cəm şəkilçisi işlənər səhvdir. Bir çox qoca burada sifət gəldiyi üçün orada cəm tələb etmir. Ola da bilər, olmaya da bilər. Bu doğrudur. Fikir də yanlışdır, qabağında doğrudur, olmaz. Larla şəkilçisi işlənən cümlədə mütləq quruluşca düzəltmə və ya mürəkkəb söz işlənir. Larla varsa 10 minlərlə mürəkkəb olar, eləcə minlərlə, yüzlərlə, yəni leksik şəkilçi olanda təbii ki, ya düzəltmə ya mürəkkəb olmalıdır. Bu doğru fikir, qabağında yanlışdır, uyğunluq pozulur. Sıra say bütün hallarda əşyanın sırasını bildirir. Sırasını yox, zaman məzmununda ifadə edə bilər. Məsələn, deyək ki, 10-cu yüzillikdə söz birləşməsi daxilində zaman məzmunu ifadə edər. 10-cu yüzillikdə müharibə baş verməmişdi. Nə vaxt, nə zaman? 10-cu yüzillikdə. Yəni orada sırasını yox da zaman məzmunu ifadə edə bilər. Buna görə bütün hallarda yazdığı üçün səhvdir. Qabağında da yanlış yazıldığı üçün uyğunluq buradadır. Sayın bütün növləri devslə yazıla bilər. Məsələn, müəyyən miqdar sayında belə bir məsələ yoxdur. Qabağında doğru olduğu üçün uyğunluq pozulur. Saylar eyni zamanda ismat bütün qrammatik şəkilçiləri qəbul edə bilər. Cəm mənsub halıq xəbəri şəkilçisini bəli qəbul edə bilər. Məsələn, birincilərimizdəndir qəbul edə bilər. Qabağında yanlış, uyğunluq pozulur. Cavab olur C. 15. Verilmiş xüsusiyyətlərin hamısına uyğun gələn sayın işləndiyi variantı müəyyən edin. İsmin xüsusiyyətini daşıyır. Vağzalının qapısında çoxlu fayton. Burada ismin xüsusiyyətini daşımır. Bu azacıq pulla, nə qədər pulla ismin xüsusiyyətini daşımır. Ardına baxsaq, başqa da say yoxdur. O edərkən arxamıca, yan yörəmicə onlarla göz baxır. Nə qədər göz onlarla.
Burada da isimləşməyib. Bəlkə bizə bircə qaranquş ələ, bəlkə düşə bircə qaranquş ələ, ta deyib loğmanı cana gələ. Düşə, ələ düşə nə qaranquş, nə qədər qaranquş bircə. Burada cədatlı bir saydı, lakin isimləşməyibdi. Həsənin iri əlləri vardı və yaşı 80-i haqlasa da qəddi əyilməmişdi. 80-li burada isimləşibdi, elə cavabı olacaqdı. Mürəkkəb sözün tərkib hissəsi kimi işlənir. Mürəkkəb sözünü yazıb burada. Bax, burada ikinci fikirdə yazıb hamısına uyğun gələn. İkinci fikirdə bunu ödəmir. Yəni burada bir qüsur var. Omonim xüsusiyyətinə malik olmağı tələb edir. 80 omonimdir. İsmi xüsusiyyətini daşıyır. Lakin kontekst daxilində burada, yəni mürəkkəb sözün tərkib hissəsi kimi işlənir fikrini deyə bilmərik. Çünki cümlə daxilində 180-i demir ki, deyək ki, burada kontekst daxilində mürəkkəb sözün tərkibindədir. Sadəcə mürəkkəb sözün tərkibində işlənə bilər deyə bilərdi. Orada işlənir yazmağı yanlışdır. Və cavab olar G-bənd. Çünki mürəkkəb sözün tərkibində deyil burada. Daha sonra 16. Cümlədəki sözlərin xüsusiyyətini nəzərə alıb cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Doğruda yanlış, yanlışda doğrunu götürməliyik. Sayların həm quruluşça, həm də mənaca növləri fərqlidir. Azacıq saydı. Daha sonra burada 10 saydı, 6 saydı. Bu cümlədə 6 yox, daha doğrusu 600 pul. 600 pul cəmi etmişdi. 600, saydı, mürəkkəb saydı. Həm quruluşça, həm də mənaca növləri fərqlidir. Quruluşça növləri sadə düzəltmə mürəkkəb var. Məna növləri də qeyri-müəyyən var, müəyyən var. Bəli, fərqlidir. Bu fikir doğrudur. Doğru olduğu üçün biri götürmərik. Sayların hər biri müstəqil cümlə üzvüdür. Baxaq. Cəm etmişdi. Nəyi pulu, nə qədər pulu? 600, nə vaxt, nə zaman? 10 illər ərzində. Burada 10 söz birləşməsinin tərkibində getdiyi üçün müstəqil deyil. Burada da hamısı müstəqil dediyi üçün bu fikir yanlış fikirdir. Yəni, bunu götürmüş oluruq. Nümunədə 2 say işlənib, ikisi də yenidən leksik şəkilçi qəbul edə bilər. 2 yox, 3 say işlənibdir. Bu fikir yanlışdır, götürmürük. Saylardan yalnız biri verilən cümlə daxilində numerativ sözlə işlənə bilər. Baxaq. Deməli, azacıq məvacibə qənaət olan azacıq, bəli, burada işlənmir. 10 ilin, burada da 10 ilin arasına nəsə əlavə edə bilmirik. Kontekst daxilində 600 manat pul deyə bilərik. Yəni, saylardan yalnız biri verilən cümlə daxilində numerativ sözlə işlənə bilər. Söhbət burada 600-dən gedir. Doğrudur. Yanlışda doğru, səhvdə düz. 2, düzdə səhv, səhvdə düz əksini götürürük. 2, 4, B-bənd. İsmi xüsusiyyətini qəbul etmiş sayın işləndiyi cümləni müəyyən edin. Ağa etiraz etdi ki, bu məbləğ olduqca azdır, isimləşməyib. Bizim də xeylicə ağacımız nə qədər isimləşməyibdir. Cavan oğlan birinci otaqda, hansı otaqda isimləşməyibdir. Sonra digər cümlədə Cavanşir qabağında olan möhkəm 2 deyə bilmirik. Bu ədatdır. Ağa bir qədər düşündükdən sonra əvvəlinci sırada əyləşmişdi. Burada da əvvəlinci hansı sıra? Olmadı. Nədəsə diqqətsizlik etdim. Bir dəqiqə baxım. Burada C variantını axıra qədər oxumadım. C variantı olacaq. Çünki burada çoxunu sözünü. Elə birinciyə yanaşıb variantı sildim, amma burada çoxunun sözü var. Ona görə test işləyəndə cümlənin geriyə axıra qədər baxaq. Cavan oğlan birinci otaqda əyləşib qabaqdakı kağızların çoxunu birbə-bir oxuyurdu. Çoxu burada saydı və isimləşib. Cavab olar C bəndi. Sual 18. Cədvələ əsasən doğru fikri müəyyən edin. Mütləq, bir də ehtimal. Defslə yazılan miqdar sayları sərbəst işləndikdə qrammatik şəkilçi qəbul etmədən ismi xüsusiyyətini daşıya bilmir. Defslə yazılan, məsələn, 3-4 sayını nümunə göstərə bilərik. 5-6 miqdar saydı da, qeyri-müəyyən miqdar saydı. Çünki burada müəyyən yox, ümumi miqdar saylarla danışır. Ki, miqdar sayı sərbəst işləndikdə qrammatik şəkilçi qəbul etmədən ismi xüsusiyyətini daşıya bilmir. Bəli, o mütləq ismin şəkilçisini qəbul etməlidir. Bu doğru fikirdir. Bir mütləqdir. Ona görə biri cavab olaraq götürərik. Saydan sonra isim işlənmirsə, bütün hallarda həmin say isimləşir. Saydan sonra isim işlənmirsə, ola bilər ki, cümlədə inversiya var və say, ondan sonra isim yoxdur. Bu demək deyil ki, orada say isimləşir. Öyle bir məqam baş verər. Ona görə bu fikir yanlışdır. Həm də ki, saydan sonra isim işlənmirsə, bütün hallarda ola bilər ki, ondan sonra sifət gəlibdir. O demək deyil ki, bu mütləq isimləşəcəkdir. Məsələn, deyə bilərik ki, 5 qoca qadın. Orada özündən sonra həmən sonra sifət gəlib, isim gəlməyib, amma orada da isimləşməyibdir. Bu fikir mütləqdir fikrində yanlış olar. Çox sayı mürəkkəb sayın tərkibində işləndikdə həmin say ismi xüsusiyyətlərini daşımırsa, ondan sonra gələn isim həmişə cəmdə olacaq. Bu təbii ki, səhvdir. Özündən sonra
bir sıra bir də nümunə fikirləşək. Məsələn, az-çox adam deyə bilərik mürəkkəb sayın tərkibin hissəsində. Bir çoxu düşünsək, deyərik, hə, orada bir çox olanda gələcək. Amma burada həmişə dediyinə görə az-çox məsələsi var. Az-çox da mürəkkəb sayda az-çox adam. Orada həmişə cəmdə olacaq fikri yanlışdır təbii ki. Kəsr sayıların tərkibində mütləq qrammatik şəkilci iştirak edir. Mütləq. Əgər biz bunu sadəcə rəqəm olaraq yazsaq, 6-da 5. Bu zaman, yəni rəqəm olaraq yazanda iştirak edəməyəcəkdir. Mütləq qrammatik şəkilci işlənir fikri ona görə yanlış olar. Yazsaydı ki, yazıda mütləq qrammatik şəkilci işlənir, o zaman doğru götürə bilərdik. Mütləq məsələsinə görə bu yanlışdır, ehtimal deyil. Cavab olar B bəndi. Cədvələ əsasən doğru fikri seçən, yarışda xeyli insan iştirak etsə də ikinci sırada əyləşən, birinci olmaq burada feildir. Qoca kişi daşların çoxunu yaxşı tanıyırdı. Tələsmədən sonuncu daşı yonub rahat oturdu. Sayın iki fərqli məna növü deməli iştirak edibdir. İkinci və xeyli. Burada isə çoxunu və sonuncu. Biri miqdar, biri isə sıra saydı hər ikisində. Bu ortada yazılacaq bir fikirdir. Səhv yerdə yazılıbdır. Saylardan ikisi quruluşca düzəltmə, biri isə sadədir. Cəmi iki say var. Biri düzəltmə, biri sadə. Bu səhv fikirdir. Nümunədəki sayların heç biri müstəqil cümlə üzvü deyil. Tanıyırdı nə qədər deməli yaxşı, necə tərzdə kimi nəyi daha doğrusu tanıyırdı? Daşların çoxunu. Burada müstəqil cümlə üzvü deyil. Digərində isə rahat oturdu. Oturdu necə tərzdə rahat, necə tərzdə sonuncu daşı da yonaraq. Burada tərkibin daxilində gedəcəkdir. Heç biri müstəqil cümlə üzvü deyil fikri təbii ki doğrudur. Təkcə bunun haqqında düzdür. Düzəltmə sayın kökünün həm sinonimi, həm də antonimi olsa da homonim xüsusiyyət daşımır. Düzəltmə sayı sondur. Sonun deməli sinonimi var. Son, məsələn, axır. Daha sonra onun antonimi son, başlanğıc. Homonimdə yoxdur, bu düz fikirdir. 4-ü götürərik. Sayılardan biri ismi xüsusiyyətini qəbul edibdir. Sonuncu daş çoxunu. Çoxunu orada ismi xüsusiyyətini daşıyıbdır. Lakin xeyli və ikincidən heç biri ismi xüsusiyyətini daşımayıbdır. Bu biri üçün düz, biri üçün səhv olduğu üçün ortaq fikir deyil. Ayrılıqda zərf kimi işlənə bilən sayda iştirak edibdir. Xeyli ayrılıqda zərfi ola bilər. Çox sözdə ayrılıqda zərf ola bilər. Bu ortaq olacağı üçün 6-nı götürərik. 3, 4, 6 cavab olar B. 20. Hansı cümlədə saydan sonra gələn isim cəmdə də işlənə bilər? Ağabala bir sıra məsələ haqqında dostuna danışdı. İşlənə bilər yox, işlənməlidir. Bir sıradan sonra məsələ cəmdə gəlməlidir. İşlənə bilər yox, işlənməlidir. O xeyli məhsul toplasa da bu qış üçün yetərli deyil. Xeylidən sonra məhsul təkdə gəlməlidir. Cəmdə işlənə bilər yox. Bu iclasda çox tələbə baş verənləri başa düşdü. Çoxdan sonra cəmdə də gələ bilər, təkdə də gələ bilər. Sadəcə burada xəbərə diqqət etmək lazımdır. Başa düşdü. Bu iclasda çox tələbə baş verənləri başa düşdü. Başa düşdü kim? Tələbə. Burada tələbə mübtədə xəbər təkdə olduğu üçün insan anlayışı bildirir tələbə. Xəbər təkdə olduğu üçün biz burada bunu cəmdə yaza bilmərik. Cəmdə yazsaq artıq norma pozuntusu olar. Ona görə C ola bilməz. Məktəbdə yüzlərlə şagird haqqında məlumat topladı. Məlumat topladı. Kim o? Kim haqda? Şagird haqda. Burada yüzlərlədən sonra bizləri artıra bilərik. Yüzlərlə şagirdlər. Çünki həm tək həm cəmdə gələ bilər, həm də mübtədə olmadığı üçün onun artıq qrammatik norma pozuntusu da yaşatmayacaq və D variantında cəmdə yaza bilərik. Bir çox məhsul xarab olduğu üçün məhsul çatışmazlığı var idi. Məhsul isimdir və bir çoxdan sonra məhsul gəldiyi üçün burada da işlənə bilər yox, işlənməli idi. Cavab D bəndi olar. Say hansı nitq hissəsindən yarana bilər? İsimdən yarana bilərmi? Son, məsələn, sonuncu. Yarana bilər. Sıra saylarından say, sıra sayından say yaranmağı yox. Sıra saylarından yox. Say, sıra sayı saydan yaranar. Sıra, yəni say hansı nitq hissəsindən yarana bilər? Sıra saylarından yox. Belə deyə bilərik ki, sıra sayı saydan yarana bilər, amma sıra sayından say yox, yaranmaz. Əvəzlikdən yarana bilər. Yarana bilər filanıncı, nümunə deyə bilərik. 1-3. Zaman zərfindən yarana bilərmi? Zaman zərfindən, məsələn, əvvəlinci, əvvəl zaman zərfidir. Feildən yaranmır, say, feildən yaranan sayımız yoxdur. Qeyri-müəyyən miqdar sayından, məsələn, çoxlu yarana bilər. 1, 3, 4, 6. 1, 3, 4, 6. Təzədə düzəldiblər bunu. Kitabda, nəşrdə düzəldiblər. Burada yazılmayıb. 1, 3, 4, 6 olmalıdır əslində. Doğru cavabımız.
Mətndəki sayların xüsusiyyətlərini nəzərə alıb doğru cavabları müəyyən edin. Birincisi, sən qayıb gəlməyi düşünürsənsə, çox iş görməlisən. Burada birincisi modal sözdür, say deyil, çox saydır. Az yatıb, xeyli təcrübə əldə edib, birincilik əldə edə bilərsən. İkincisi, yenə modal sözdür. Bir sıra məsələlərdə aktiv olmalısan. İkinciliyi qəbul etməlisən. Burada ikincilik isimdir, yəni say deyil. Axırıncı yerdə olsan belə mübarizə aparmaqdan bezməməlisən. Nə qədər bu sual əvəzliyidir. Məğlub olsan belə bu məğlubiyyət sənə birinci olmağı öyrədəcək. Birinci olmaq da mürəkkəb feildir. Bu cümlədə saylarımız çox, xeyli, bir sıra və axırıncıdır. Və bizdən doğru cavabların sayı istənilir. Bütün cümlələrdə sıra sayı işlənibdir, yanlışdır. Çünki birinci cümlədə birincisi sıra sayı deyil, modal sözdür. Sayların məna növlərindən hər birinə aid nümunə var. Saylar mənaca iki qrupa bölünür. Miqdar sayları, sıra sayları. Həm miqdar, həm də sıra sayına aid nümunə var. Axırıncı sıra sayıdır, çox, xeyli, bir sırada miqdar sayıdır. Bu doğru fikirdir. Mətndə cəmi 3 qeyri-müəyyən miqdar sayı işlənib, hamısı müstəqil cümləsidir. Deməli, xeyli, bir sıra, çox, qeyri-müəyyən miqdar saylarda doğrudur. Lakin hamısı müstəqil cümlə üzvüdür fikri yanlışdır. Çünki baxsaq burada xeyli olan cümlədə az yataraq xeyli təcrübə əldə edib birincilik əldə edə bilərsən. Əldə edə bilərsən nəyi? Birinciliyi. Necə tərzdə xeyli təcrübə əldə edərək. Yəni burada feili bağlama tərkib olduğu üçün onun önündə xeylini müstəqil təyin götürməliyik. O tərkibin daxilində olduğu üçün hamısı fikri burada yanlışdır. Sıra saylarından ikisi saydan biri isimdən yaranıb, yanlışdır. Çünki cümlədə 2 yox, yalnız bir sıra sayı var. Miqdar saylarından yalnız biri qüvvətləndirici ədatlarla işlənir. Çox, ən çox, lap xeyli, xeyr, biri yox, elə xeylində çoxu da işlətmək olar. Bu yanlışdır. Saylardan ikisindən sonra gələn isimlər cəmdə işlənə bilər. Burada çox və bir sıranı götürməliyik, çünki bir sıradan sonra işlənə bilər. Yox, özündən sonra gələn isim cəmdə işlənməlidir. Lakin axırıncı və çox saylarından sonra gələn isimlər cəmdə işlənə bilər. Bu doğru fikirdir. Sıra saylarından ikisi söz yaradıcılığında iştirak edib, ikisi də münasibətə görə dəyişibdir. Söz yaradıcılığında iştirak edib deyəndə, yəni leksik şəkilçi qəbul etməsi nəzərdə tutulur ki, burada da sadəcə axırıncı sıra sayı, yəni bir dənə sıra sayı var. Sıra saylarından fikri yanlışdır. Cəmi bir sıra sayı var və o da söz yaradıcılığında iştirak edibdir. Bu fikir yanlışdır. Sayların quruluşu üçün növünə aid nümunə var. Axırıncı düzəltmə bir sıra, yəni mürəkkəb, xeyli də sadədir. Bu da doğrudur. Və burada əslində doğru cavab olacaq 3 dənə. Yəni 2-ci, 6-cı və 8-ci fikir cavab olar C bəndi. Sual 23-ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn fikirlərə əsasən cədvəldə uyğunluğu müəyyən edin. Qeyri-müəyyən miqdar sayından sonra gələn isim cəmdə olarsa, həmin cümlədə doğru və yanlışa baxırıq. Quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb say işlənə bilər. Bəli, işlənə bilər. Məsələn, bir çox məsələlər, burada qeyri-müəyyən miqdar sayı var, özündən sonra gələn isimlər cəmdə gəldi, yəni isim cəmdə gəldi və həmin cümlədə deyə bilərik. Bir çox məsələlər barəsində az adam çoxlu fikir söylədi. Bir qədər həmin meydanda dayandılar. Yəni bu cümlədə say var, qeyri-müəyyən miqdar sayından sonra gələn isim cəmdə olur və həmin cümlədə də işlədə bilərik. Bu fikir doğru fikirdir, işlətmək olar. Defslə yazılan mürəkkəb say işlənə bilər. Bəli, qeyri-müəyyən miqdar saylardan da elə 3, 4, 5, 6 və s. defslə yazılan saydır ki, işlənə bilər. Bu doğrudur. Həmin isimdən əvvəl numerativ söz işlənə bilər. Bir sıra bir çoxdan sonra isim cəmdə gəlir qeyri-müəyyən miqdar saylarından sonra. Onlardan da əvvəl, yəni həmin isimdən əvvəl deyil, numerativ söz işlənə bilər. Xeyr, həmin isimdən əvvəl numerativ işlənməz. Çünki bir sıra bir çox bunlardan sonra gələn isim cəmdə gəlir. Sadəcə onlar numerativlə işləmir. Numerativlə işlənən 3, 4, 5, 6 bunlardır. Onlardan sonra isim cəmdə gələ bilməz. Yəni bu fikir yanlışdır. Doğru yerdə yazılıb, yanlış yazılıb. Həmin sayın kökü fərqli nitq hissəsi ola bilər. Həmin say qeyri-müəyyən miqdar sayından söhbət gedir. Qeyri-müəyyən miqdar sayının kökü fərqli nitq hissəsi ola bilməz. Yəni onlar saydır. Sıra saylarının kökü fərqli nitq hissəsi ola bilər. Ona görə bu yanlışdır və yanlış da yazıldığı üçün düz yerdə yazılıb. Həmin say ismin xüsusiyyətini qəbul etməz. Qeyri-müəyyən miqdar sayından söhbət gedir. Yəni qeyri-müəyyən miqdar sayı ismin xüsusiyyətini qəbul etməz. Bu doğru fikirdir, qəbul etmir. Hər biri yerində doğru yazıldığı üçün cavab olar A variantı. Çünki sıra sayları ismin xüsusiyyətini qəbul edir, bir də müəyyən miqdar sayları. Sonra cümlələri, yəni orada söhbət cəmdə olandan gedirdi, həmin saydan gedir. Bir sıra bir çox onlar ismin xüsusiyyətini daşımırlar. Cümlələri müqayisə edib doğru cavabı müəyyən edin. O bir sətr yazı yazdıqdan sonra vərəqi cırıb yenidən başladı. O 100 qırmızı bağlamanı asdıqdan sonra axtardığını tapdı. Hər iki cümlədə say aid olduğu isimlə bilavasitə əlaqəyə girib onların miqdarını bildirir.
o bir sətir yazı yazdıktan sonra bir sətir, burada isə 100 qırmızı bağlamanı asdıqdan sonra axtardığını. Yəni hər iki cümlədə say aid olduğu ismə bilavasitə əlaqə girib onların miqdarını bildirir. Burada bir sətir, sətir sözünə aiddir, yazı sözünə aid deyil. Bir sətir yazı, burada sətir numarativ sözdür. Həmin bir sətir, yəni bir yazı yox, bir sətir bu sözə aiddir. Ona görə hər iki cümlədə sayda aid olduğu isimlə bilavasitə əlaqə girib onların miqdarını bildirir. Yanlışdır. Bir yazı yox, bir sətir buna aiddir. Saylar homonimlik xüsusiyyətinə malikdir. 100-ün homonimliyi yoxdur. Cümlələrdə say özündən sonra gələn sözlərin ölçülərini, miqdarını bildirir. Özündən sonra gələn sözü, məsələn, 100 qırmızı bağlama, burada qırmızını yox, bağlamanın, yəni qırmızı burada numerativ söz funksiyası yerinə yetirir, bağlamanın sayını bildirir. Özündən sonra gələn sözün yox. Hər iki cümlədə say feili bağlama tərkibinin daxilində işlənibdir. Birinci cümlədə baxaq, yazdıqdan sonra burada dıqdan feili sifətdir, feili bağlama deyil. Dıqdan, burada da feili bağlama yox, feil sifətdir. Ona görə feili bağlama tərkibi yox, feil sifət tərkibi olmalıydı. Birinci cümlədə say özündən sonraki sözün, ikinci cümlədə isə aid olduğu ismin miqdarını bildirir. Birinci cümlədə özündən sonraki söz, yəni sətir sözünün, ikincidə isə bağlama sözünün, yəni isminin miqdarını bildirir. Bu doğru olduğu üçün cavab olar E bəndi. Növbəti 25. Hansı variantda sözü say kimi düşündükdə digərləri eyni köklü yaratmır, digər hissəsi kimi düşündükdə isə yaradır. Azlıq, azacıq, azmaq. Deməli, burada az sayından azlıq, az sözündən az, azacıq, az, azmaq. Burada maq istənilən məqamda qrammatik şəkilçi olduğu üçün bu təbii ki, eyni köklü yarada bilməz. Ona görə A ola bilməz. Birinci, birlik, birincilik. Burada bir sözün kökü birinci, bir sözün kökü birlik, bir sözün kökü incirlik. Qeyd olunur ki, deməli, say kimi düşünüldükdə digərliyin köklü yaratmır sözü. Burada say kimi düşünüldükdə dedikdə, yəni onsuz da say kimi düşünülür də, başqa bir məqamı yoxdur. Sadəcə say kimi düşünülür. Bir saydı, bir saydı, bir saydı. Başqa bir məqam yoxdur burada. Çox, çoxlu, çox, çoxluq, çox, çoxdan. Burada çoxdan sözünü iki cür düşünə bilərik. Əgər dan leksik şəkilçi olsa saydan zərf düzəltə eyni köklü yaradacaq. Yox, əgər burada sözü zərf kimi yox, say kimi düşünsək, yerli çıxışlı kalı şəkilçisi qəbul etmiş say kimi düşünsək, bu məqamda eyni köklülük yaratmayacaq. Yəni şərtdə də deyildiyi kimi, həmin çoxdan sözünü say kimi düşünsək, eyni köklülük yaratmır. Dan qrammatik şəkilçi olub isimləşmiş say olsa. Yox, əgər çoxdanı zərf kimi düşünsək, bu zaman eyni köklülük yaratmış olacaq. Ona görə cavab olar D bəndi. Minlərlə, mininci, minlərcə bu sözdə eyni köklülük yaradır və yalnız say kimi düşünür. Birgə, birlik, bircə. Burada bir sözün kökü birgə, bir sözün kökü birlik, bircədəki isə cəhdət olur. Bu da eyni köklülük yarada bilmir istənilən məqamda. Cavab olar C bəndi. 26. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Xəbər rolunda işlənmiş say ismi xüsusiyyətini daşıya bilməz. Bu yanlışdır. Daşıya da bilər, daşımaya da bilər. Qabağında da yanlış olduğu üçün elə uyğunluq buradadır. Miqdar sayları quruluca yalnız sadə mürəkkəb olur. Miqdar sayları bu doğrudur. Miqdar sayları deyir, yox, müəyyən miqdar say demir, ümumi miqdar say deyir, yanlış fikirdir. Çünki sadə də düzəltmədə mürəkkəb də ola bilər. Məsələn, onlarla düzəltmədir. Bu fikir yanlışdır, qabağında doğru olduğu üçün uyğunluq olmaz. Numerativ sözlər sayla isim, həmçinin sayla sifət arasında kəmiyyət fərqi yarada bilər. Bu doğru fikirdir. Məsələn, deyə bilərik ki, 5 dəstə gül, bir maşın yaralı. Burada həm sayla sifət, həm də sayla isim arasında kəmiyyət fərqi yarada bilər. Fikir olaraq doğrudur, qarşısında yanlış yazıb uyğunluq pozulur. Axırıncı, sonuncu, əvvəlci kimi sözlər saydan düzəlmədiyi üçün say hesab edilmir, səhvdir. Hər biri sifət, deməli, axır, son, əvvəlci, zərf və kökləri zərf və isimdir, lakin sayda sayılır. Bu yanlışdır, qabağında doğrudur, uyğunluq pozulur. Sayda sifət kimi qüvvətlendirici adlar işlənərkən çoxaltma dərəcəsində işlənə bilir, xeyr. Çoxaltma dərəcəsi, ümumiyyətlə dərəcə əlaməti sifətə aid olan xüsusiyyətli saya aid deyil. Fikir doğru, yanlış qarşısına doğru yazıldığı üçün burada da uyğunluq pozulur və doğru cavab olar A bəndi. 100-cü və çoxlu sözlərinin Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri seçin. 100 sözün kökü üncü, çox sözün kökü ulu. Quruluqca düzəltmə olan bu söz mürəkkəb sayın tərkib hissəsi kimi işlənə bilmir. 100-cü, məsələn 1100-cü deyə bilərik. İşlənə bilir əslində, yanlış fikirdir. Sonra kökü homonim olmayan bu say quruluşca düzəltmədir. 100-cü sözün kökü 100-dür, kökü homonim deyil və quruluşca düzəltmədir. Bu sadəcə 100-cü haqqında düz olduğu üçün 2-ni götürərik. Özündən sonra gələn ismin təkdə də, cəmdə də işlənə bilər. Lakin sifət yalnız təkdə işlənməlidir. Deməli, burada 100-cüdən sonra sıra sayda həm təkdə, həm cəmdə gələ bilər. Sifət yalnız təkdə işlənməlidir, yanlışdır. Məsələn, 100-cü
deyək ki, xəstələr deyə bilərik. Sifət yalnız təkdə işlənməlidir fikri yanlışdır. İsimləşsə cəmdə işlənə bilər. Müxtəlif suallara cavab verə bilən, ismin xüsusiyyətini daşıya bilən müstəqil cümlə üzvü olmaya da bilər. Söhbət burada gedir, deməli, ortada yazılıbdır 100-cü və çoxlu. Müxtəlif suallara cavab verən, ismin xüsusiyyətini daşıya bilən müstəqil cümlə üzvü olmaya da bilər. Bəli, ola bilər ki, tərkibin daxilində olsun, müstəqil cümlə üzvü kimi çıxış etməyə bilərlər. Bu doğrudur. Hərəkətə aid olsa da morfoloji baxımdan say olur. Çoxlu söz hərəkətə aid olsa morfoloji baxımdan say yox, artıq zərf olacaqdır. Qeyri-müəyyən məzmununu ifadə edən bu sayın məna qrupunda numerativ sözlə işlənə bilən say var. Söhbət çoxludan gedir. Çoxluda 5, 6, 10, 15 qeyri-müəyyən miqdar sayı orada, yəni numerativdən işlənə bilər. Bu doğrudur çoxlu haqqında. Çoxlu sözünə aid deyil, sadəcə ona aid olduğu məna qrupunda, yəni qeyri-müəyyəndə numerativdən işlənə bilən var. Amma sıra sayılar işlənəmir. 2, 4, 6 doğru cavab olacaqdır. E variantında burada 6 görünmür, amma 2, 4, 6'dır, yəni 6 burada var. Hansı cümlədə fərqləndirilən sözün say olmasını əminliklə demək olmur? Mövzu ilə bağlı çox əsərlər araşdırmışam. Burada əminliklə deyirik ki, çox özündən sonra əsər isim olduğu üçün saydır. Xeyli yorğun idi. Burada əminliklə demək olmur, yox, əminliklə deyirik ki, say deyil, yorğun sifət olduğu üçün xeyli burada zərfdir. Problemi deyən əsərlərdən çox qocalar razı idi. Burada çox sözü problemi deyən əsərdən çox qoca razı idi. Burada çox sözü əminliklə demək olmur ki, saydır. Çünki burada qoca sözünü biz iki cür düşünə bilərik. Qoca, yəni sifətdən öncə gəlib çox qoca, çox atma dərəcəsində sifət kimi düşünə bilərik. Bir də ki, burada qoca isimləşdiyi üçün çox qocalar razı idi. İsimləşən sifət olduğu üçün çox qoca, burada çox say mövqeyində də çıxış edə bilər. Yəni, burada fərqləndirilən sözün say olmasını əminliklə demək olmur. Ona görə doğru cavab olar C bəndi. Çalışın ki, xeyli işləyəndən sonra istirahət edin. İşləyəndən feil olduğu üçün əminliklə deyirik ki, bu zərfdir. Burada havalar çox istidir. İsti sifət olduğu üçün, yəni isimləşmədiyi üçün cavab olacaq. Burada C bəndi. Çünki çox da burada əminliklə deyirik, ədaddır. C ilə Y-də yəni qarışdıra bilərsiniz. Bir də təkrar izah verin bura haqqında. Burada necədir istidir, isimləşməyib. Əminliklə deyirik ki, çox burada çoxaltma dərəcəsini yaradıb. Lakin burada qocalar sözü isimləşibdir. Problemləri deyən əsərdən çox qocalar razı qaldı. Çox qocalar razı qaldı. Burada qocalar isimləşəndə çox qoca, isimləşdiyi üçün çox burada sayda ola bilər. Bir də çox qoca, yəni çox qoca olan bu mənasında çoxaltma dərəcəsində yarada bilər. Çünki sifət isimləşəndə dərəcə əlamətini itirmir. İki cür düşünə bilirik. Burada çox ədad da ola bilər, sayda ola bilər. Ona görə doğru cavab olar C bəndi. Sual 29-dan davam edirik. Bir çox sayı ilə bağlı fikirlərdən hansında uyğunluq gözlənilibdir? Numerativ sözlə işlənib, kəmiyyət fərqi əmələ gətirə bilər. Söhbət bir çoxdan gedir. Numerativ sözlə işlənib deyil, bir çox axı numerativ sözlə işlənə bilmir. Bu fikir yanlışdır. Qabağında isə doğru yazıldığı üçün bu uyğunluq yaratmaz. Həm say, həm də zərf kimi işlənə bilən quruluşca mürəkkəb sözdür. Bir çox deyilən zərfimiz yoxdur. Fikir yanlışdır. Qabağında doğru olduğu üçün uyğunluq pozular. Cümlədə təyin ifadə vasitəsi kimi işlənə bilər. Bir çox sözü bəli cümlədə təyin ifadə vasitəsi ola bilər. Qarşısında yanlış yazılıb uyğunluq pozular. Özündən sonra işlənən sifət həm tək, həm də cəmdə işlənə bilər. Düzdür, özündən sonra ismi cəmdə tələb edir. Sifət təkdə cəmdə ola bilər. Fikir doğru, qabağında doğru cavab deyildi. Aid olduğu məna növü quruluşca sadə düzəltmə mürəkkəb ola bilər. Bəli, qeyri-müəyyən miqdar sayı sadə düzəltmə mürəkkəb olar. Qabağında yanlış uyğunluq pozular. D bəndi olar. Aşağıdakı sözlərdən neçəsi yazıldığı formada həm say, həm də digər nöqtəsi kimi düşünülə bilər. Biri əvəzlik ola bilər, say ola bilər. Çoxdan say ola bilər, zərf ola bilər. İlk yalnız sifətdir. Ondan əvəzlik və say ola bilər. Birdən say ola bilər. Bir də birdən ola bilər zərf. 80-dir feil ola bilər. Bir də ki, say ola bilər. Burada bir dənə ilk sözü pozur. 1, 2, 3, 4, 5. Cavab olar Y bəndi. Ölkədə bir sıra kitablar nəşr olunmuşdur cümləsindən fərqli olaraq bir neçə məsələ həll olunmayıb cümləsindəki say. Yəni, bir sıradan fərqli olaraq bir sıra haqqında say, bir neçə haqqında düz istəyir. Numerativ sözlə işlənə bilər. Bəli, bir sıra işlənmir, bir neçə işlənir. Müəyyən miqdar anlayışı ifadə etmir. Müəyyən miqdar anlayışı, bəli, qeyri-müəyyən miqdar anlayışı ifadə edir. Sadəcə bu hər ikisi haqqında doğrudur. Bizə birinci haqqında səhv lazım idi. İzah etdiyi isim yalnız təkdə işlənməlidir. Birinci haqqında səhv, ikinci haqqında düzdür. 3-ü götürərik, 1-i götürərik. Say və zərf kimi işlənə bilən ortaq sözlərdən deyil. Bir sıra düzdür, bir sıra haqqında. Amma bir neçə haqqında səhvdir. Əksini istədiyi üçün 4 olmalı cavab. Sonra mübtədə
mübtədə rolunda işlənərkən xəbəri özünə tabe edə bilir. Bu da hər ikisi haqqında düz olduğu üçün olması 1-3 A variantı. Say işlənmiş ixtiyari bir cümlə ilə bağlı cədvələ əsasən uyğunluğu müəyyənləşdirək. Müəyyən miqdar sayıdırsa homonimliyə malikdir. Bu ehtimal ola bilər. Dəqiq deyə bilmərik bunu. Sonra sıra sayıdırsa cümlədə qeyri-müəyyən məzmun ifadə edə bilməz. İfadə edə bilər. Bu yanlışdır. Məsələn, 80-ci illər deyəndə orada konkret olaraq deyə bilmirik də 80, 81, 82, 83 və s. nəzərdə tutulur. Daha doğrusu 80-89 arası. Ona görə bu da yanlışdır, götürə bilmərik. Qeyri-müəyyən miqdar sayıdırsa numerativ sözlə işlənə bilər. Bu ehtimaldır. İşlənə bilənlər də var, işlənə bilməyənlər də var. Quruluşla düzəltmədirsə saydan düzəlməyən say ola bilər. Bu ehtimaldır. Filanıncı, sonuncu saydan düzəlməyə bilər. 6, daha doğrusu 3-4-ə baxdıq, 5-dən 6-ya baxmalıyıq. Miqdar sayıdırsa, quruluşca sadə düzəltmə mürəkkəb ola bilər. Miqdar sayıdırsa. Bu doğru fikirdir. Yəni ümumi miqdar sayı nəzərdə tutulur. O da kəsir, qeyri-müəyyən, müəyyən miqdar sayı olaraq qeyri-müəyyən, kəsir, bir də miqdar sayı olaraq ayrılır ki, müəyyən miqdar. Sadə düzəltmə mürəkkəb ola bilər. Yəni burada bir yanlışlıq yoxdur. Bu doğrudur. Zaman məzmunlu isimlə işlənən sıra sayıdırsa hər zaman təyin rolunda olur. Hər zaman təyin rolunda olur deyir. Xeyr, zərflik rolunda ola bilər. Məsələn, deyə bilərik ki, 10 nə istəyirdi bizdə? Zaman məzmunlu isimlə. 1000 illər bundan öncə nə vaxt, nə zaman? Orada birlikdə zərflik gedər, təyin olmaz. Bu fikir yanlışdır. 6-nı götürərik. 3, 4, 6 olar E. Növbəti sual 33. Biz sizi 1 saat gözlədik. Elə bu vaxt 5 dəstə gənc şəhərə gedirdi. Burada 1 saat, 2 saat deyə bilirik. Saydı, 5-də saydı. Minlərlə də saydı. Fərqləndirilən say 1. Zaman zərfinin ifadə vasitəsinin tərkibindədir. Gözlədik. Nə qədər gözlədik? 1 saat. Orada zaman yox, kəmiyyət zərfinin tərkibində olar. Bu yanlışdır. Sifət sayla sifət arasında işlənən numarativ söz kəmiyyət fərqi əmələ gətirir. Sayla sifət arasında baxaq. 5 dəstə gənc. Orada sayla sifət arasında işlənibdir və kəmiyyət fərqi əmələ gətiribdir. Orada 5 dəstə gəncdə, gəncin sayı çoxda, 5 dənə deyil ki, kəmiyyət fərqi var. Qeyri-müəyyən miqdar sayı cümlədəki yerinə görə zərf kimi də işlənə bilər. Minlərlə sözü xeyr, zərf ola bilməz. Sadəcə saydır. Fərqləndirilən say birləşmək sözünün köküdür. 1, bəli, sözün kökü saydır, bu düzdür. Səhv olan 3, düz olan 2, 2, 3, B. Dünənki iclasda 5-6 nəfər gec gəlmişdi. 5-6, 5, burada saydı, 2 saydı. Olan doğru fikirlərin sayını müəyyən edin. 2 numarativ söz işlənib, xeyr. Burada 2 dəstə işçi yeni də aralarına daxil olubdur. 2 yox, 1 numarativ var. Mənsubiyyət çəkicili say mənsubluq bildirir. Gecikənlərdən 5-inə, xeyr, orada mənsubluq bildirmir. Saylardan biri eyni anda ən azı və ən çoxu bildirir. Söhbət 5-6-dan gedir, qeyri-müəyyən miqdar sayından. Numarativ sözlərdən biri deyir, səhvdir, bir dənə numarativ var. Saylardan heç bir homonim deyil. 2, 5, 5-6 düzdür. Müəyyən miqdar sayları söz yarazında iştirak edə bilir. 5, 5-lik, 2, 2-lik. Bu doğru fikirdir. Cəmi 1 numarativ söz işlənmiş nümunədə saylar quruluqca 2 qrupa ayrılır. Cəmi 1 numarativ söz işlənmiş, bəli, bir dənəsi işlənibdir və quruluşca keçir olur. 5-6 mürəkkəb, 5 ilə 2 də sadə, düzdür. Cəmi 3 fikir cəbəndi. Say hansıların kökü ola bilər? Sifətin kökü ola bilər. Məsələn, birlik taxta deyə bilərik. Əvəzin kökü biri ola bilər. Zaman zərfinin çoxdan, nə vaxt, nə zaman ola bilər. Təz hərəkət zərfinin birlikdə ola bilər. Qayıdış növ məzmun ifadə edən feilin. Məsələn, suyun səsi azaldı. Az, azal, azaldı. Öz-özünə azalır da məzmun ifadə edə bilər. Qayıdış növ məzmun ifadə edə bilən feilin kökü ola bilər. Burada hamısı olar. E variantı. Hansı cümlədə sayla ifadə olunmuş təyin işlənməsə də quruluqca düzəltmə say işlənmişdir? Sabah 15-ci kitabını, 15-ci mürəkkəbdir, sadə burada yox, düzəltmə yoxdur. Sonuncu burada düzəltmədir, təyinlə işlənməsə də deyir, baxaq. Fikir vermədim, nəyə? Kim fikir vermədi? Mən. Sonuncu filmi izlədiyim zaman, nə vaxt, nə zaman? Sonuncu filmi izlədiyim zaman. Burada hamısı birlikdə gedər, isim birləşmə var. Və burada olacaq da düzəltmə say var, amma sayı təyinin ifadə vasitəsi deyil, elə B olar. Birincilik isimdir. Onların haqqıdır. Burada ümumiyyətlə say yoxdur. Bu maaşdan sonra rəfdə yüzlərlə kitab, yüzlərlə saydı. Yeniləndi nə kitab, nə qədər kitab, yüzlərlə. Elə təyin ifadə vasitəsidir. Dərdini milyonlarla insana danışma. Danışma kimə insana, nə qədər insana milyonlarla. Burada da təyin ifadə vasitəsidir. Cavab olar B.
Say ismi xüsusiyyətini daşıyırsa, həmin sayla bağlı hansı fikir əminliklə demək olar? Başlanğıc formadan çıxan saydır. Xeyr. Məsələn, başlanğıc formadan çıxmaya da bilərək isimləşə bilər. 5 aldım. 5 aldım. Aldım. Kim mən? Nəyi? 5'i? 5. Yəni orada 5 qeyri-məntiqi təsir halda olan say ola bilər. Başlanğıc formadan çıxan saydı yox, olmaya da bilər. Xitab rolunda olsa, sintaktik vəzifə daşıması. Xitab olması ilə onun sintaktik vəzifəsidir. Səhvdir bu. Miqdar məzmunu ifadə edib ismin sualına cavab verən saydır. Miqdar məzmunu ifadə edib. Əminliklə deyir. Miqdar yox, sıra məzmununda ifadə edə bilər. Bu yanlış. Həmin say nümerətli sözlə işlənə bilməyən miqdar saydır. Həmin say nümerətli sözlə. Niyə ki? Nümerətli sözlə işlənə bilən də isimləşə bilər. Həmin say aid olduğu ismini itirən sintaktik vəzifəsi daşıyan saydır. Necə? Həmin say aid olduğu ismini itirən sintaktik vəzifəsi dəyişən saydır. Bəli, sintaktik vəzifəsi normalda təyin olur, lakin isimləşəndə təyin olmağını itirir və aid olduğu ismini də itirir. Bu doğru olar və cavab olar E variantı. Növbəti 38. Həmin mövzu bir qədər dolaşıq idi. Araşdırmaq üçün xeyli vaxt sərf etdim. Nəticə yaxşı oldu. Yazı işim birincilik qazanıb birinci oldu. Cümləsinin təhlilinə əsasən uyğunsuzluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan da yanlışı götürməliyik. Əvvəlcə gəlin bu cümlədəki saylara baxaq. Bir qədər dolaşıq. Dolaşıq orada sifət olduğu üçün dolaşıq necə dolaşıq? Burada bir qədər zərf olar. Bu say deyil. Daha sonra xeyli vaxt sərf etdim. Sərf etdim. Nə qədər? Nə sərf etdim? Vaxtı. Nə qədər vaxtı xeyli? Burada xeyli say olar. Daha sonra birinci olmaq bir yerdə mürəkkəb feil gedər. Birincilik də isim olar. Başqa say burada yoxdur. İndi isə baxaq. Uyğunsuzluq istəyir. Doğrudan, səhvi, səhvdən də düzü. Birinciyə baxaq. Sayın quruluşu hər üç növünə aid nümunə işlənib səhvdir. Çünki sadə ilə deməli birincilik xeyli ilə burada hansı oldu? Bir dənə oldu da, başqa sayımız yox idi burada. Quruluşu hər bir üç növünə aid işlənib, bu səhvdir. Bir səhvdir götürərik. Mürəkkəb say deyir. Səhvdir, mürəkkəb say yoxdur. Bir dənə xeylidir. Sıra sayından düzələn söz işlənsə də sıra say işlənməyibdir. Burada birincilik sözü birinci sıra sayla düzəlibdir. Lakin orada sözün özü sıra sayı deyil də, birincilik isimdir. Bu fikir doğru olduğu üçün 3'ü götürmərik. Təyin rolunda işlənmiş say tamamlığı izah edən saydır. Təyin rolunda işlənmiş say orada xeyli təyin rolundadır və tamamlığı izah edir də, sərf etdim nəyi vaxtı, bu düzdür. Cəmi bir say işlənmiş nümunədə düzəltmə isim işlənibdir. Birincilik düzəltmədə cəmi bir dənə də say işlənib, düzdür. Kökü və düzəlməsi say olan söz təsir haldadır. Kökü və düzəlməsi say olan birinciliyi qazanıb. Cümlə üzvünün ifadə vasitəsi deyil, bəli, çünki tərkibin daxilindədir. Düzdür. Onlar 6, 5, 4. Bir dənə 3'ü silərik cavabdan. 1, 2, 4, 5, 6. Yəni fikir olaraq cavabımız A'dır. Siyasi məsələlərdə çox şey öyrənib. Çox burada saydı. İstəyir ki, biliyini çoxaltsın, çünki savadın çoxluğu onun azlığına qalib gələr. Saylardan heç biri mürəkkəb sözün tərkibində deyil. Çoxluq, çoxaltmaq, çox. Bu doğru fikirdir. Qabağında yanlış var. Gedər. Fərqləndirilən sözlər eyniköklü sözlərdir. Deməli, çox, çoxluq, çoxaltsın. Xeyr, çox sadədir. Eyniköklü ola bilməz. Qabağında doğrudur, gedər. Kökü feillə homonim olan düzəltmə söz müstəqil cümlə üzvüdür. Kökü feillə homonim olan azlıq sözündə kökü feillə homonimdir, azmaq. Kökü feillə homonim olan düzəltmə sözü müstəqil cümlə üzvüdür. Baxaq, müstəqil cümlə üzvü deyil, amma onun azlığına qalib gələr. Nəyə? Onun azlığına. Müstəqil deyil, söz birləşməsinin daxilindədir. Fikir yanlış, qabağında yanlış C-dir. Cümlədə yalnız bir say işlənibdir. Çox. Deməli, siyasi məsələlərdə çox şey öyrənib, istəyir ki, biliyini çoxaltsın. Çünki savadın çoxluğu onun azlığına qalib gələr. Burada bir dəqiqə. Sözlərdən 3 isə saydan düzəl. Bir say işlənməyinə bir say işlənibdir. Başqa say yoxdur. Elə bir dənə çoxdur da. Sözlərdən 3 isə saydan düzələn sözlərdir. Burada çoxaltsın, çoxalmaq feilindən düzəlibdir. Çox, çoxluq, az, azlıq. İkisi saydan düzəlibdir. 3'ü yox. Çoxluqla azlıq. Çoxaltmaq feilindən düzəlib. Bu fikir səhvdir, qabağında doğrudur. Kökə ədatlı homonim olan düzəltmə sözlər müstəqil cümlə üzvünün ifadə vasitəsidir.
Kökü ədatla omonim olan düzəltmə sözlər. Çox, çox. Müstəqil cümlə üzvünün ifadə vasitəsidir, xeyr. Çünki savadın çoxluğu müstəqil cümlə üzvünün ifadə vasitəsi deyil. Çoxaltısının ifadə vasitəsidir, amma digəri yox. Fikir səhv, qabağında doğru, uyğunluq pozular. Sənin toyuna görə nəfər dostun gələcək cümləsində öklərin yerinə yazılacaq sayı quruluşca sayda ola bilsə də mürəkkəb olmaz. Niyə ki, mürəkkəb də ola bilər bir neçə nəfər. Həmin say zərflə ortaq olan söz ola bilər. Ortaq ola bilər. Həmin say zərflə ortaq olan söz ola bilər. Məsələn, bir neçə. Sənin toyuna görə bir neçə nəfər dostun gələcək. Amma bir neçə yox. Sayının axı zərf ola bilmir bir neçə. 3-4 işlənə bilər. Bir neçə işlənə bilər. Bir də müəyyən miqdar sayı işlənə bilər. Onlar da zərfin ortağı yoxdur. Yox, bu fikir səhvdir. Bir neçə zərf ola bilmir. Sıra sayı ola bilməsə də hökmən müəyyən miqdar sayı olmalıdır. Hökmən müəyyən miqdar sayı olmalıdır. Müəyyən yox, qeyri-müəyyən də ola bilər. Bir neçə dediyimiz. Quruluşca nə düzəltmə, nə də sadə ola bilər. Sadə ola bilər axı 5 nəfər dostun. Əşyanın miqdarını bildirən isimləşməmiş saydır. Bəli, numerativlə işlənəndə say isimləşmir. Burada isimləşməmiş say olduğunu əminliklə deyə bilərik. Cavab olar Y bəli. Yəni 5 doğru fikirdir. 5 nə idi? Y variantı. 2022-ci ildə məktəbə yeni bir müəllim gəlmişdi. Onun dərsləri çoxlarını razı salmışdı. Cümləsində təhlilinə aid olan fikir həm sıra, həm müəyyən miqdar sayı, həm də qeyri-müəyyən miqdar sayı işlənmişdi. 2020-ci il sıra sayıdır. Sonra burada yeni bir müəllim gəlmiş. Məktəbə yeni bir müəllim gəlmişdi. Onun dərsləri çoxlarını razı salmışdı. Burada çoxları da saydı. Sıra sayı var. Qeyri-müəyyən miqdar sayı var, amma müəyyən miqdar sayı yoxdur. Çünki buradakı bir ədaddır. Bu qədər. Sıra sayı quruluşca düzəltmə olmasa da 2022-ci bəli mürəkkəbdir. Müstəqil cümlə üzvüdür. Xeyr, nə vaxt, nə zaman 2022-ci ildə müstəqil deyil. Bu da səhv. Miqdar sayı birbaşa feillə aid olduğu üçün zərf rolundadır. Xeyr, çoxlarını zərf deyil, elə saydı. Sayılardan biri cümlə üzvünün ifadə vasitəsi olsa da, digəri müstəqil cümlə üzvü deyil. Razı salmışdı kimi çoxlarını müstəqil cümlə üzvüdür. 2022-ci ildə isə söz birləşməsinin tərkibindədir, deyil. Bu düzdür. Sayın biri mürəkkəb zərfin tərkib hissəsi kimi işlənibdir. Mürəkkəb zərfin, xeyr. Mürəkkəb zərf yox, zərflik. Cümlə üzvü olaraq zərflikdir, zərf deyil. Bu da səhvdir. Cavab olar D. Sual neçədir bu? 42. Müqayisə cədvəlinə əsasən uyğun fikri seçin. Cümlədəki sözlərdən biri say kimi düşünülməyə bilər. Sabah onlarla görüşək, 3-cü kurs tələbələrini aparaq. Deməli, onlarla əvəzə kimi düşünmək olar burada. Bir də ki, onlarla görüşək. Onlarla, yüzlərlə, minlərlə, yəni onlarla adamla görüşək, onlarla görüşək. İsmini itirmiş say kimi çıxış edə bilər. Say kimi düşünülmək, əvəzlik də ola bilər, say kimi də ola bilər. Bir doğrudur əslində. Daha sonra numerativ söz işlənə bilən say işlənməyibdir. 3-cü var, onlarla var. Düşünə bilər. 3-cü numerativlə işlənməyibdir. Digərində isə dəfələrlə zərfdir. Nə qədər sual əvəzliyidir. Çoxu var burada. Bir dənə say var. Nə burada çoxu, nə də orada 3-cü numerativ sözlə işlənə bilən say işlənməyibdir. 2 əslində ortada olmalıydı. 2 yanlışdır. 2-ni cavab olaraq götürə bilmərik. Lakin cavabdan siləndə variantımız hazır olur. Ardına baxaq. Sayın quruluşca hər üç növünə aid nümunə işlənib. Təbii ki, səhvdir. Bir dənə say işlənib. 3-ü götürmərik. Mənsubiyyət şəkilçili say mənsubluq bildirmir. Amma çoxu, bəli, bildirmir. Mürəkkəb say işlənməyən cümlədə homonim ola bilən düzəltmə sayda işlənməmişdir. Mürəkkəb say işlənməyib, düzəltmə say 3-cü, onda homonimliyi yoxdur. Bu da düzdür. Cavab olar B. Hansı say aşağıdakı tələblərin daha çoxunu ödəyir? İzah etdiyi isim yalnız cəmdə işlənir. Bu olar C. Bir sıra. İzah etdiyi isim təkdə də cəmdə də işlənə bilər. Bu olar Y-də ikinci sözü. Numerativ sözlə işlənə bilər. A-dakı bir neçə sözü. Bir də 5-6. Eyni anda həm ən azı, həm də ən çoxu bildirə bilər. Söhbət 5-6-dan gedir. 5 ən azı, 6 ən çoxu bildirə bilər. Daha çox olan B olar da 2 dənəsində. 5-6. Hər iki sual işarəsinin yerinə yazıla bilər. Fərqli suallara cavab verə bilir. İzah etdiyi söz cəmdə işlənməz. Numerativ sözlə işlənə bilir. 10-cu söz numerativ sözlə işlənə bilmir. Bunu götürmərik. Bir çox da numerativlə işlənmir. Bir neçə, minus 4 bunlar qalır. İzah etdiyi söz cəmdə işlənməz. Bir neçə işlənməz. Min işlənə bilər. Min illər. İşlənə bilər bu əslində. Ona görə bunu götürmərik. Fərqli suallara cavab verə bilir. Bir neçə yox. Bir dənə elə sualı var. 3-4 neçə nə qədər sualına cavab verə bilər. İzah etdiyi söz cəmdə işlənməz. Numerativ sözlə işlənə bilir. Cümlə üzvünü
ifadə vasitəsi olmaya bilər. Yəni tərkibin daxilində ola bilər də, onu deyir. Bütün tələblər ödəndiyi üçün C bəndi olar. Cavab oldu C. Klaster əsasən uyğunluğu müəyyən edin. Cümlədə miqdar sayı işlənibdir. A və B cümlələri əsasında yazaq 1-ə A, 1-ə B. İndi isə qarşılığında 2-ləri tamamlayaq. Səhralarda yüzlərcə insan məskəni var. Burada bir də 1000 illər var. 1000 burada saydı. Bir də yüzlərlə saydı. Qeyri-müəyyən miqdar sayı işlənməsə də ikinci haqqında götürə bilmərik. Cümlədə qeyri-müəyyənlik məzmunu var. Bu 1000 illərdən söhbət gedir. A-nı yazarıq bura. Çünki 1000 illər deyəndə orada məzmununda qeyri-müəyyənlik var. Yəni konkret olaraq orada 1 il, 2 il, 5 il yox, 1000 illər deyir. Məzmunda qeyri-müəyyənlik var. 1-ə 2 A-nı götürərik. Say müstəqil cümlə üzvüdür. Birincidə müstəqil cümlə üzvü deyil. Var nə insan məskəni, nə qədər yüzlərlə. Burada müstəqil cümlə üzvüdür. Tamamlıq izah edir. Xeyr. Var, nə var insan məskəni. Tamamlığı yox, mübtədəni izah edir. D, ona görə yanlışdır. D-ni cavab olaraq götürməliyik. Sonra say işlənən cümlənin xəbəri bir sözdən ibarətdir. Hər ikisində say işlənib. 1000 illər öncə burada həyat, yaşayış olub, var olub. Nə yaşayış, nə həyat var. Hər ikisi haqqında doğrudur. Bunu götürərik. E-ni hər ikisinə yazarıq. Sayın aid olduğu söz saya qeyri-müəyyənlik məzmunu verir. Burada illər sözündən söhbət gedir A-da. A-ya F-i yazarıq. İkisinə niyə A yazdım mən orada? C yazmalıydım bura. Çünki C-dəki fikri A olaraq yazdım orada. Cavab olar 1-ə A, 2-yə də C, Y, F. Yəni A variantı. Deməli, 46-ya baxırıq. Cədvələ əsasən uyğun olmayan fikri müəyyənləşdirin, yəni yanlışları götürməliyik. Sıra sayı işlənmiş cümlədə mütləq işlənib, quruluşca sadə olmayan say bəli. Əgər sıra sayı varsa, o cümlədə ən azı bir quruluşca sadə olmayan say var. Çünki sıra sayı ya düzəltmə ya da mürəkkəb olmalıdır. Bu doğrudur. Ona görə biri götürməliyik. Saydan düzəlmiş hansı sualına cavab verən söz. Bunu dəqiq deyə bilmərik ki, saydan düzəlib. O söz, məsələn, sonuncu isimdən də düzələ bilər, əvvəlinci zərfdən də düzələ bilər. Bu, mütləq işlənib fikri yanlış olar. İşlənməyə ehtimaldır. Cümlədə təyin ifadə vasitəsi olan say işlənib. Bəli, ola bilər ki, sıra sayı hər hansı bir tərkibin daxilində ola bilər. Yəni, cümlədə təyin olmaya bilər. Ancaq şəkilçili tərkibində sonur samit olan söz, bu işlənməyə ehtimalda yox, bu mütləqdir. Ona görə yanlışlıq yaradıbdır. N-cı varsa, yəni sıra sayı varsa N-cı var və N-cı varsa da N burada. Yəni, tərkibində sonur samit olan söz var. Ona görə 4 ehtimalda yanlışdır. Mütləq işlənmədə də 2 yanlış olduğu üçün cavab olar 2-4 A variantı. Fərqləndirilən sözlərə əsasən uyğunlaşdırın. Sabah ayın 5-idir. Burada yazı qaydasında yazsaq 5-idir. İ mənsubiyyət şəkildə artırılar. İndi saat 5-dir. Müəyyən miqdar sayıdır. Söz yaradıcılığında iştirak edə bilmir. Deməli, bu hər ikisi müəyyən miqdar sayıdır. Sadəcə söz yaradıcılığında iştirak edə bilmir fikri yanlışdır. 5-lik deyə bilərik. Bu hər ikisi haqqında yanlış olduğu üçün A-nı heç birinə götürə bilmərik. Şəkilçi biçik yazılmalıdır. Fərqləndirilən hissə müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsidir. Sabah ayın 5-idir. Rəqəmlə yazıldığı üçün xeyr, heç birində şəkilçi biçik yazılmamalıdır. Arasında defsi olmalıdır. Bu yanlışdır hər ikisi haqqında. Yazılmayan şəkilçi tələffüzdə ortaya çıxır. Birinci söz ayın 5-idir. Birinci haqqında C-ni yazarıq. Tələffüzündə səs artımı olmur, səs düşümü olur. Deməli, səs artımı olmur ikincidə. 5-idir. R düşür orada. Ona görə D-ni yazarıq ikinciyə. Daha sonra Y-yə baxaq. İsim birləşmənin əsas tərəfidir. Müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi olmur. Ayın 5-i ismi birləşmədə əsas tərəfdir və müstəqil şəkildə cümlə üzvü olmur. Ona görə eyni də yazarıq bura. Cavab olar 1-ə C, 2-yə D, yəni B variantı. 48. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Təyin ifadə vasitəsi olan say işlənib, digərində isə təyin ifadə vasitəsi olmayan say işlənib istənir bizdən. Birinci gün digərlərindən ağır keçdi. Ağır keçdi nə gün, hansı gün? Birinci gün. Burada birinci təyin ifadə vasitəsi olan saydı, biri götürərik. 7-ci siniflər, növbə sizindir. 7-ci siniflər burada xitabdır, ümumiyyətlə cümlə üzvü deyil. Digərində isə bir sıra dərdlər bizi sıxacaq, sonra bunlar keçəcək. Keçəcək bunlar, nə vaxt, nə zaman sonra sıxacaq, nəyi, kimi bizi, nə dərdlər, nə qədər dərdlər, bir sıra. Burada təyin ifadə vasitəsi olmayan deyir, lakin təyin ifadə vasitəsidir. Onun çoxlu arzusu var. Var, nə, onun arzusu. Üçüncü növ təyin söz birləşməsinin daxilində olduğu üçün ümumiyyətlə çoxlu burada təyin ola bilmir. 4-ü götürərik. Axırıncı maaşını alandan sonra kitab rəfindən xeyli artım müşahidə olunmuşdur. Müşahidə olunurdu. Nə artım, nə qədər artım? Xeyli.
Nə vaxt, nə zaman? Axırıncı maaşını alandan sonra. Burada axırıncı sayı müstəqil cümlə üzvü deyil, yəni təyin ifadə vasitəsi olmayan saydır. Xeyli isə təyin ifadə vasitəsi olan saydır. Hər iki tələb üçün ortaq fikir olduğu üçün 5-i götürərik. 1, 4, 5 olar E variantı. Klasterin boşxanalarında hansı fikirlər doldura bilər? Müəyyən miqdar sayları. Düzəltmələri zərfdən düzələ bilməsə də saydan düzələ bilər. Deməli, müəyyən miqdar sayları 5, 10, 50 və s. Bunlar da düzəltmə ola bilmir. Düzəltmələri yazır. Qeyri-müəyyən miqdar sayı düzəltmə ola bilər. Müəyyən miqdar sayları düzəltmə ola bilmir. Ona görə biri götürməliyik. Sabah bura 100 nəfər gələcək cümləsində müəyyən miqdar sayının omonim deyil, numerativ sözlər işlənməyib. 100 sözünün omonimliyi yoxdur. Bəli, burada nəfərdən sonra adam olsaydı 100 nəfər adam. Nəfər burada numerativ olardı. Lakin burada nəfər sözündən sonra yəni aid olduğu ismini itirdiyi üçün nəfər burada isim, yəni mövqeyində çıxış edir və numerativ söz sayılmır. Bu doğru fikirdir. Söz yaradıcılığında iştirak etsə də sifətin yaranmasında iştirak edə bilmir. Bu yanlışdır. Məsələn, yüzlük taxta, birlik taxta iştirak edə bilir sifətin yaranmasında da. Omonim kimi işlənə biləni də var, işlənməyəni də. Müəyyən miqdar saylarından bəli, məsələn 1 omonimliyə malikdir, 100 omonimliyə malik deyil. Bu da doğrudur. Cavab olar 2, 4, D variantı. Növbəti 50. Say hansı xüsusiyyətləri ancaq ismin xüsusiyyətlərini daşıyanda qazanır. Cümlədə mübtədi ola bilmək. Bəli, əgər say isimləşməsə mübtədi ola bilməz. İsim birləşmənin asıl tərəfində işlənə bilmək. 100 kitab. Burada isim birləşmənin asıl tərəfidir, lakin isimləşməyib. Bu səhvdir. Fe'li birləşmənin əsas tərəfində işlənmək. Fe'li birləşmənin əsas tərəfində işlənmir say. Çünki fe'li birləşmənin əsas tərəfində məstər, fe'l, sifət, fe'li bağlama olar. Fe'li xəbəri izah edən tamamlıq olmaq. Fe'li xəbər izah edən tamamlıq. Tamamlıq nə zaman olar? İsimləşəndə. İsimləşməsi tamamlıq yox, təyin olardı. Ona görə 1-i 4-ü götürərik. Həm ismin birləşmənin əsas tərəfi ola bilmək. İsim birləşmənin əsas tərəfi olanda bəli, artıq isimləşmiş olacaq. Məsələn, adamların çoxu. Ona görə cavab olar 1, 4, 5. Yəni E variantı. Birində kökü sayla omonim olan söz işlənib. Həyətdəki birlik taxtaların hamısını yığmışdır. Burada sözün kökü 1 elə saydı. Sayla omonimlik yaratmayacaq. Sənə yüzlərlə. Burada sözün kökü 100 saydı. 100-ün yəni sayla omonimliyi yoxdur. Özü saydı. Ümumiyyətlə həmin söz, yəni 100 sözü omonim deyil. Bu düşüncədə olan azğın insanlar, azmaqdan azğın, az burada feildir və feildə sayla təbii ki omonimlik yaradır. Ona görə cavab C olar. Axşama qədər o da hamı kimi buraya yetmişdi. Burada heç bir sözün kökü sayla omonimlik yaratmır. Yəni burada yetmək mənasında, yetmiş, yetmişdir, yetmək, çatmaq mənasındadır. Başlanğıcları fərqli olduğu üçün omonim sayılmaz sayla. Bunlardan yalnız biri biraz 50 davranırdı. 50 burada sözün kökü əldir. Əl sözü də sayla omonimliyi yoxdur. Ona görə bunlardan da heç birini götürə bilmərik. Biri də burada bir özü saydı. Cavab olar C bəndi. Növbəti 52. Hansı cümlədə numerativ söz sayla isim arasında kəmiyyət fərqi əmələ gətiribdir? Səhərə qədər 2 dəstə könüllülər. Burada könüllü sifətli olmaz. Qoyunların bir sürüsünü sən saxla, birini də o. Ümumiyyətlə burada numerativ söz yoxdur. Bu paltarların 2 dəstini alsa yetərlidir. Burada da numerativ söz yoxdur. 2 dəst paltar olsa deyərdik. Numerativ söz funksiyasına çıxış etməyibdir. Şəhərdəki dostlar üçün bir qab yeni alma yığdım. Sadəcə bunların arasında yeni sifəti daxil olubdur. Bir qab alma. Bir qab almada təbii ki, kəmiyyət fərqi var. Çünki bir qab almada bir alma yox, çox alma olur. Kəmiyyət fərqi deyil olar. Şəhərdən bir neçə litr süd almaq üçün yola çıxdıq. Burada bir neçə onsuz da dəqiq deyil. Bir neçə litr süddə onsuz da dəqiq bilinmir nə qədər süd var. Ona görə bu kəmiyyət fərqi yaratmaz. Cavab olar D. Hansı en köklü cərgədəki sözlərin kökü saydı? İkiləşmək, ikincidən 2 mürəkkəb sözdür. Zərfdə eyni zamanda bu en köklü yaratmaz söz, çünki düzəltmə olmalıydı. Mürəkkəb və ya sadə ola bilməz. Birlikdə, birgə, birbəbir. Birbəbir mürəkkəb olduğu üçün bu da variantı pozur. Çox, çoxal, çox, çoxluq, çox, çoxdan ki. Burada hər bir sözün kökü saydı və hər bir söz düzəltmə sözü olduğu üçün elə en köklü cərgədə köklər say olan budur. Azğında isə azmaq feilindən yaranıbdır. Az, azal, az, azlıq tamamlasa da cərgəni azğın pozur. 100, yüzüncü, 100, yüzlük, 100, yüzdən. Burada sədən qrammatikdir. Bu da sadə söz olduğu üçün cavab olmaz. Variant qalar C. 54. 80-ci və minlərlə sayların ilin diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Bir mürəkkəb sayın tərkib hissəsi ola bilər. 10 minlərlə
180-ci. Hər ikisi ola bilər. Bu bir ortaq olacağı üçün biri götürə bilmərik. Aid olduğu məna qrupu quruluşca sadə ola bilmir. Sıra saylarına söhbət gedir. O da ya düzəltmə ya mürəkkəb olar. Bu doğrudur. Əşyaya aid olub sintaktik baxımdan təyin edir. Təyin olanda morfoloji baxımdan quruluşca düzəltmə olur. Deməli, əşyaya aid olub ortada yazıbdır bu fikir. Morfoloji baxımından quruluşca düzəltmə olur. Yox, yəni orada bir dəqiqə. Əşyaya aid olub sintaktik baxımdan təyin edir, təyin edə bilər. Təyin olanda morfoloji baxımından yox. Həm təyin olanda biz ona morfoloji baxa bilmərik. Təyin olmağı onun sintaktik təhlilidir. Eyni zamanda sintaktik təhlildə də düzəltmə təyinimiz yoxdur. Məsələn, 80-ci adam gəldi. Gəldi kim adam, hansı adam 80-ci. Orada 80-ci təyin rolda çıxış edəndə deyə bilmərik ki, təyin düzəltmədir. Çünki cümlə üzvlərinin heç biri düzəltmə ola bilmir. İfadə vasitələri düzəltmə ola bilir. Cümlə üzvü ya sadə ya da mürəkkəb olur özü. Burada isə deyir ki, təyin olanda morfoloji baxımdan quruluşca düzəltmə olur, oxudum mən bunu bir dəqiqə. Morfoloji baxımdan quruluşca düzəltmə olmur. Fikri yanlışdır bu. Üzrlü sayın, fikri yanlış oxudum. Yenə də elə əslində yanlış oxudum. Yanlış oxuduğumu da başa saldım. Sonra elə bunu yenidən başa salacağım. Yəni orada da desəydik ki, təyin olanda morfoloji baxımdan quruluşca düzəltmə olur, bu da yanlış olardı. Təyin olanda biz ona artıq sintaktik baxımdan baxacağıq. Onda da düzəltmə təyin ola bilməz. Bu məqama da baxsaq, təyin olanda morfoloji baxımdan quruluşca düzəltmə olunur fikri səhvdir. Çünki morfoloji cəhətdən düzəltmə sintaktik cəhətdən sadə sayılar. Düzəltmə olmur fikri burada yanlışdır. Ona görə 3-ü götürmək olmaz. Kökü feilli homonimdir. 80 və 1000 doğrudur. Tərkibindəki şəkilçilər saydan sayı düzəldən leksik şəkilçilərdir. Bu hər ikisi haqqında doğrudur. İzah etdiyi isim həm cəmdə, həm də təkdə işlətmək mümkündür. Bu hər ikisi haqqında olacağı üçün 5-i ortaya yazmalıyıq. 5 də ortada yazılmadığı üçün cavab olmaz. Aid olduğu məna növü quruluşca 3 cür ola bilər. Aid olduğu məna növü minlərlə qeyri-müəyyən miqdar sayıdır və qeyri-müəyyən miqdar sayı sadə düzəltmə mürəkkəb olar. Bu da düzdür. 2, 4, 6 E variantı. Sual 55. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Say işlənmiş cümlədir. Baxaq variantlara B-dir. Deməli, biz B və D cümləsi üzərindən işləməliyik. Say müstəqil cümləsinin ifadə vasitəsidir. Burada bir neçə saydır. Digər cümlədə isə bir çoxları saydır. Var. Nə var? Mənim bir neçə saat dincəlmə ehtiyacım. Mənim ehtiyacım. Yəni, orada müstəqil cümlə üzvü deyil. 1-ə B yazanda 2-yə A-nı yaza bilmərik. Ona görə 1-ə B, 2-yə A olan variant. B variantını götürə bilmərik. Lakin digərində isə oxusa da nəyi kitabı, nə qədər, kim bir çoxları burada müstəqil cümlə üzvüdür, müftədədir. Ona görə A-nı götürərik ikinciyə. 1-ə D olanda 2-yə A olan cavab ola bilər. Həm say, həm də say ilə homonim olan sözün işləndiyi cümlədə numerativ sözlə işlənə bilən say işlənib, yox işlənməyibdir. Təzədə düzəldiblər bunu. Burada cavab xətası gedib, işlənməyib olmalıdır. Həm say, həm də say ilə homonim olan sözün işləndiyi cümlədə numerativ sözlə işlənə bilən say işlənməyib, bu olacaq D cümləsinə. Çünki bir çox saydır və həmin cümlədə say ilə homonim olan söz var, çox ədatı var. Çox burada say deyil, ədatdır. Eyni zamanda numerativ sözlə də işlənə bilmir bir çox. Ona görə eyni götürərik ikinci. Yəni təkrarla qeyd edim ki, bu təzədə düzəldilibdir. Yəni köhnəyə əsasən cavab çıxmır, təzədə düzəldilibdir. Həm mürəkkəb, həm də sadə söz işlənən nümunədə sayların hamısı eyni məna növü qrupundadır. Hamısı deyil. Burada hər cümlədə bir dənə say var. Bunu götürə bilmərik. Bir dənə burada C-yə baxmadım, arada qaldı. Cümlədə cəmi bir say işlənmişdir. Quruluşca mürəkkəbdir. Bu hər ikisi haqqındadır. Bir neçə mürəkkəbdir və bir dənə say var. Birinci cümlədə, D cümləsində də bir çoxları bir dənə say var. Quruluşca mürəkkəbdir. Bunu hər ikisinə yazarıq. Yəni A, C, Y cavab olar. A variantı 1-ə D, 2-yə A, C. Çünki 1-ə B olanda 2-yə Y olmaz. Y olar, F olmaz. F-i heç birinə götürə bilmərik. F-i cavablardan siləndə 1-ə B olanda 2-yə də olmayacaq üçün cavab qalar A. Sual işarəsinin yerinə qeyd olunduğu üçbucağın hansısını sayı yazsaq, həmin üçbucaq qonşu üçbucaqların hərəsindən yalnız bir xüsusiyyət götürür. Yəni, hərəsi haqqında bir düz, bir səhv olmalıdır. 100 sözü mürəkkəb sayın tərkib hissəsi kimi işlənə bilər. Məsələn, 1100, bu doğrudur. Homonimdir, xeyr.
Quruluşca mürəkkəbdir, xeyr. Deyişi və yazışı fərqlənir, xeyr. Gördüyümüz kimi 100 sözü haqqında bu xanada hər ikisi səhv olduğu üçün götürə bilmərik. Minlərlə sözünə baxaq. Minlərlə mürəkkəb sayın tərkib hissəsi kimi işlənə bilər. 10 minlərlə düzdür. Homonimdir, xeyr. Quruluşca mürəkkəbdir, düzdür. Yazılışı, deyişi fərqlənir. Deməli, yazılışı, deyilişi fərqlənir. Daha doğrusu quruluşca mürəkkəbə niyə mən doğrudur dedim. Quruluşca arası mürəkkəbdir ki, onun minlərlə düzəltmədi, üzrlü sayın. Səhv olmalıydı. Deyilişi, yazışı fərqlənir, doğru olmalıdır. Çünki fərqlənir. Özündən sonra gələn isim cəmdə işlənə bilər, düzdür. Numerativ sözlə işlənə bilir, bu səhvdir. Elə cavab D olar. Birinci sözü mürəkkəb sayın tərkib hissəsi kimi işlənə bilər, 11-ci düzdür. Homonimdir, səhvdir. Quruluşca mürəkkəbdir, səhvdir. Deyiliş, yazışı fərqlənir, səhvdir. Bozar. Bir mürəkkəb sayın tərkib hissəsi işlənə bilər, bir çox. Homonimdir, hər ikisi tələb edədiyi üçün olmaz. Çox da bir çox mürəkkəbdir, eyni zamanda homonimdir, hər iki tələb edir, olmaz. Cavab olar D. Sayıların məna və quruluşca növünü nəzərə alıb verilmiş cümlələri cüt-cüt qruplaşdırsaq, bu qruplaşdırmaya aid olmayan variantı müəyyən edin. Mən axırıncı məqaləni bitirdikdən sonra, burada axırıncı həm düzəltmədir, eyni zamanda sıra sayıdır. Birdən sonra gələn rəqəmi oxuya bilmədiyi üçün birdən müəyyən miqdar sayıdır və sadədir. 2-2 bu zərfdir. Sonuncu sıra sayıdır və düzəltmədir. Aynən C-dəki eynidir. Çox düşündü, amma 1-2 nəfərdən başqa 1-2 qeyri-müəyyən miqdar sayıdır və mürəkkəbdir. Saysız hesabsız qeyri-müəyyən miqdar sayıdır və mürəkkəbdir. D ilə Y də eyni xanadadır. Deməli, və burada fərqlənən olacaqdır B bəndində. Çünki orada eynilik olan yoxdur. Eyni olan yoxdur. Bu testi də yeni vəsaitdə düzəldiblər. Yeni vəsaitdə fərqli yazıblar. Belə ki, yeni vəsaitdə artıq orada E variantında veriblər bu cümləni. Yəni, birdən sonra gələn rəqəmi oxuya bilmədiyi üçün puzzle vaxtına doldura bilmədi. Bunu E-də veriblər, amma yəni cavab B-dir. Yəni, birdən olan cümlədir cavab. Sonra növbəti 58. Xeyli məhsul toplansa da bir qədərini özünə götürə bildi, az hissəsində pay göndərdi. Cümləsində olub. Sayısı hesabsız gəlir olsa da sonuncu hesabat zamanı çoxlu ziyan etmişdi. Bu onu xeyli narahat edirdi. Burada isə olmayan. Yəni, birinci haqqında, düz ikinci haqqında səhv fikirlərə baxmalıyıq. 3 say işlənsə də xeyli say, bir qədər burada saydı. Az hissəsini az saydı. Birinci haqqında doğrudur. Yəni, 3 say işlənsə də sayın yalnız bir məna növünə aid işlənibdir. Xeyli az, bir qədər, hər üçü qeyri-müəyyən miqdar saydı. Birinci haqqında doğrudur. İkincidə saysız hesabsız. Sonuncu narahat etmək feil olduğu üçün burada xeyli zərfdir. Bir də çoxlu var burada. Yox, əslində çoxlunu da götürməliyik. Çünki ziyan etmək feildir. Ona görə nə qədər çoxlu özündən sonra feil gəldiyi üçün bu da zərfdir. Say cəmi burada 2 dənədir. Birinci haqqında düz, ikinci haqqında səhv olduğu üçün 1 doğrudur. Saylardan biri müstəqil cümlə üzvünün ifadə vasitəsi deyil. Burada göndərdi, nəyi, payı, nə qədər göndərdi, bir hissəsini, burada az hissəsini bir yerdə təhlil olunan müstəqil cümlə üzvü deyil. Digərləri isə xeyli və bir qədər müstəqil cümlə üzvüdür. Birinci haqqında doğrudur. Digərində isə sayısı hesabsız gəlir olsa da nə gəlir, nə qədər sayısı hesabsız. Sonuncu, bir dəqiqə cümləni silim, bu hissəni görmədim. Sonuncu hesabat zaman çoxlu ziyan etmişdi. Hansı hesabat sonuncu? Hər ikisi müstəqil cümlə üzvüdür. Ona görə birinci haqqında düz, ikinci haqqında səhv olduğu üçün 2 də düzdür. İsmi xüsusiyyətini daşıyan say tamamlığın ifadə vasitəsidir. Bir qədərini özünə götürə bildi. Bir qədərini burada tamamlıqdır və ismi xüsusiyyətini daşıyıb, çünki ismə məxsus al şəkilçisi qəbul edib. Digərində isə elə bir məqam yoxdur. Digər cümlədə birinci haqqında səhv, ikinci haqqında düz olduğu üçün bu fikirdə düzdür. Nömrədəki saylardan sonra hərəkət bildirən söz gələrsə qrammatik mənası dəyişər. Xeyli, bir qədər, az. Bunlar həm zərf, həm say olduğu üçün özündən sonra feil gələrsə bunlar zərf olar. Yəni diksiyası dəyişər. Lakin ikinci cümlə haqqında saysız, hesabsız və sonuncu haqqında bunu deyə bilmərik. Çünki onlar istənilən məqamda say olacaq, zərfə çevrilir. Bu da birinci haqqında düz, ikinci haqqında səhv olduğu üçün doğrudur. Eyni məna növünə aid saylardan fərqli quruluşa malik olanları da var. Xeyli sadə, az sadə, bir qədər mürəkkəb. Yəni eyni məna növünə aiddir. Hər üçü qeyri-müəyyən miqdar sayıdır və fərqli quruluşa malikdirlər. Sadə və mürəkkəbdir. Digərində isə eyni məna qrupuna aid deyil. Sayısı hesabsız, qeyri-müəyyən miqdar sayıdır. Sonuncu isə sıra sayıdır. Bu da birinci haqqında səhv, ikinci haqqında doğru olduğu üçün bu da doğrudur. Və cavab olacaq hamısı, yəni C variantı. Cədvələ əsasən doğru cavabı müəyyən edin. Sonuncu azca minlərlə 5-5.
Sayların hamısına aiddir, ikisinə aiddir, heç birinə aid deyil. Kökü homonimdir. Sonuncu sözündə son sözün kökü homonim deyil. Daha sonra azcada az homonimdir, minlərlə də min homonimdir, 5-6 yox. Bunu saylardan yalnız ikisini aid edə bilərik. Bir doğru yerdə yazılıbdır. Biri götürərik. Numerativ saylarla işlənə bilmir. Sayların hamısına aiddir yazıb. Niyə 5-6 numerativlə işlənə bilir? Məsələn 5-6 nəfər 2 hamısına aiddir fikrində işlənə bilmir fikri 2-də, yəni yanlış yerdə yazılıbdır. Sayların kökü antonimlik təşkil edir. 3-ü yazıb yalnız ikisinə aid olan bir fikirdə köklərin antonimliyi az, çox, son, onun sonu belə gətirmişdi. Son, başlanğıc deyə bilərik. 5-6 və 1000-də yoxdur. Ona görə bu da doğru yerdə yazılıb. İkisi haqqında doğrudur. 1-3-ü götürərik. Təyin ifadə vasitəsi kimi işlənsə də 4-ü heç birinə aid olmayan yazıb. Təyin ifadə vasitəsi kimi işlənsə də isimləşməsə xəbərin ifadə vasitəsi ola bilməz. Təbii ki, səhvdir. Çünki sayın xəbər olması üçün cümlədə isimləşməsi məcburi deyil. 4 düz yerdə yazılıb. Deyilişi yazılışı arasında fərq yoxdur. Qurulucu düzəltmədir. Deyilişi yazılışı arasında fərq yoxdur. Qurulucu düzəltmədir. En azından bunu sonuncu. En azından deyəndə elə sonuncu sözünə aid edilir. O birilərinə aid deyil. Sonuncu sözü haqqında bu fikir səhvdir. Heç birinə aid deyil fikri, yəni yanlış olar. Sonuncu haqqında düzdür axı bu fikir. 5 də olmaz. Doğru yerdə yazılmayıb. Cavab olar 1, 3, 4. Yəni A variantı. Bunu da yeni nəşrdə düzəldiblər. B variantında veriblər. Yəni ola bilər ki, arxada cavablarla uyğunsuzluq görə bilərsiniz. Əsl cavab 1, 3, 4-dür. Yəni ola bilər ki, variantı fərqli verə bilərlər. Sual 60. Müqayisə cədvəlinə əsasən doğru fikri seçin. Çox düşündü, sonra anladı ki, çox mövzunu düşünmək lazım deyilmiş. Cümlədə qara hərflə verilmiş sözlər fərqli qrammatik mənada olsa da amonim deyil. Deməli, burada çox sözü çox düşündü, bir də çox mövzu. Bəli, amonim deyil. Çünki biri saydır, biri zərfdir. Çox və az say və zərflər amonimi təşkil etmir. Biri hərəkətin, biri əlamətin miqdarını bildirdiyi üçün. Bu doğru fikirdir. Söz yaradıcılığında iştirak etsə də mürəkkəb sözün tərkib hissəsi kimi işlənə bilmir. Bu yanlışdır. Niyə bir çox deyə bilərik? Həm kökü, həm də başlanğıc forması homonim deyil. 100, 100-cü. Bu doğru fikirdir. Yuxarı otağı dünən yığışdıranda sənə lazım olan şeyləri də götürdüm cümləsində qara hərflərlə verilmiş sözlə əvəz edilə bilirsə, cümlənin təyin ifadə vasitəsi olur. Yuxarı otağı dünən yığışdıranda xeyr. Burada anda feili bağlama var. İstənilən məqamda nə vaxt, nə zaman tərkibin daxilində gedər. Ona görə təyin ifadə vasitəsi olmaz. Hələ ki, 1-3-ü götürürük. 5-ə baxaq. Özündən sonra qoca, qarı, xəstə sözləri gələrsə, qrammatik mənası dəyişməz. Dəyişər. Çünki çoxdan sonra qoca gəlsə, qoca və xəstə sifət olduğu üçün çox burada say yox, ədat olar. Qoca qarıda isə çox say olar. Ona görə bu yanlışdır. Cavab olar sadəcə 1, 3, yəni A variantı. 61. Uyğunsuzluğu müəyyən edin. Sıra sayları leksik yolla söz yaradıcılığında iştirak edə bilmir. Bu doğru fikirdir. Morfoloji yolla yaranmada iştirak edir, amma söz yaradıcılığında leksik yolla yaranmır. Bu doğru, qarşısında doğrudur, bu uyğunluqdur. Bir sayını lıq şəkildə artırsaq, ad bildirən söz yaranacaq, yəni isim, birlik. Birlik həm say isim, həm sifət, həm isim ola bilər. Ona görə bu ehtimaldır. Bunlar doğrudur. Qeyri-müəyyən miqdar sayları yalnız nə qədər sualına cavab verir. Fikir yanlışdırmı? Bəli, yanlışdır. Neçə də sualına cavab verir. Birdən sayı birlik və birgə sözlərlə eyni köklüdür. Bu yanlışdır. Çünki birdən sayı deyirsə, sözün kökü bir, dən də qrammatikdir. Bir saatə söz digərləri necə eyni köklü yarada bilər? Bu fikir yanlışdır. Qabağında ehtimal olduğu üçün uyğunluq burada pozulub. Numerativ sözlərlə işlənə bilməyən sayın məna növünün quruluca sadə ola bilmir. Söhbət sıra sayından gedir və sıra sayda sadə ola bilmir. Bu fikir doğrudur. Və qarşısında yanlış oldu, daha doğrusu qarşısında doğru olduğu üçün uyğunluq gözlənilir. Cavab olar D. Nümunədə qeyri-müəyyən miqdar say işlənibsə, nöqtələrin yerinə yazıla bilən fikri müəyyən edin. Neçə sualına cavab verən say işlənə bilməz, yanlışdır. Neçənə qədər sualına cavab verir əsasən miqdar qeyri-müəyyənlər. Numerativ sözlərlə işlənən say işlənməyib, yanlışdır. Məsələn, 5-6 nəfər. Quruluca mürəkkəb say işlənməyib, elə 5-6 mürəkkəbdir. Ədat və feil homonimlik təşkil edən say işlənə bilər. Ədat və ya feillə. Məsələn, nümunə deyə bilərik, qeyri-müəyyən miqdar sayında ədatla homonimliyə çox. Çox həm ədat, həm də ki, say ola bilər. Qeyri-müəyyən miqdar sayı azı da nümunə göstərə bilərik. Az həm qeyri-müəyyən miqdar sayı, həm də feillə ola bilər. Elə cavab deyil. Xəbər vəzifəsində işlənib, ismin xüsusiyyətini daşımayan say işlənə bilməz. Yanlışdır. Ola bilər ki, mənim məqsədim çoxdur. Nə bilim, arzum çoxdur. Burada çox isimləşmədən xəbər rolunda çıxış edə bilər.
63. İsmi xüsusiyyətini daşıyan say işlənən hansı cümlədə ismi xüsusiyyətini daşıyan digər nitq hissəsi işlənib? Həm isimləşən say, həm də digər, yəni nitq hissəsi olsun ki, o da ismi xüsusiyyətini qəbul etsin. Uşaqlardan üçünü seçib öz komandasına dəvət etdi. Burada üçünün sayı isimləşib, lakin başqa isimləşən başqa nitq hissəsi yoxdur. Dünən qonaqların çoxusu dediklərimi feil sifətlə isimləşib, çoxusu da sayla isimləşib, B olar. Cəlil bir neçə ildir məktəbə gedib gəlirdi, ancaq oxuduqlarını tətbiq edə bilmirdi. Burada bir neçə sayda isimləşməyib. Artıq sübh açılan vaxtı maral sürülərinin bir çoxu dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Burada isimlər özünə aid olan xüsusiyyəti qəbul edibdir. Başqa isimləşən söz yoxdur. Bir dənə çoxlu sayı isimləşib. Azlıq çoxluğa tabi olsa da oxuyanlar çoxluq təşkil edənlərlə razılaşmadı. Burada azlıq çoxluq isimdir. Ümumiyyətlə bu cümlədə say yoxdur. Belə dəyərli müəllimlər, sayla bağlı izahımız bu qədər. Hələlik. Növbəti videolarda görüşənədək. Yenə də sonunda zəhmət olmasa kanala abunə olmağı və videonu bəyənməyi unutmayaq.